Vaxtınız xeyir, aktual gündəm efirdədir. Xoş gördük sizi. Biz əslində gündəmin əsas mövzusu dünən Amerikada əldə olunan razılaşma idi. Ümumiyyətlə, artıq bir həftədən çoxdur ki, bütün diqqətlər okeanın o tərəfindədir. Sözsüz ki, bu BMT-nin 80-ci yubiley sessiyasında ard-arda dövlət və hökumət başçılarının çıxışları və bu çıxışların üzərindən gələn mesajlar, nəticələr sözsüz ki, bizim üçün maraqlı olan məqamların bir neçəsini müzakirə etdik. Amma müzakirədən sonra Lavrovun hədə-qorxu dolu, biraz da müəmmalı məqamlarla zəngin çıxışı, Netanyahunun əslində barışdan çox savaşa çağırış tonunda olan çıxışı və sözsüz ki, Paşinyanın yenidən Zəngəzur qorxması sindromunda hiss elədik. Amma dünən bir tarixi şans yarandı. Əslində, Trump onu yaxın şərqdə uzun müddətli bir sülhün başlanğıcı elan etdi. Çünki 20 maddəlik Qəzza ilə bağlı razılaşmadır. Bu 20 maddəlik razılaşma əslində kimin xeyrinədir? İsrailinmi, Həmasınmı, yoxsa Qəzza əhalisinimi? Bu özü bir maraqlı sualdır. Əslində, bu müddəaların bir çoxu artıq müəyyən fikirlər yaradıb və ziddiyyətli fikirlər yaradıb. Bir şey nəzərə alaq ki, dünya liderlərindən artıq bu razılaşmaya dəstəklər də gəlib. O cümlədən Türkiyənin prezidenti dünənki yazısında bu barədə fikir bildirdi və bir neçə başqa dövlət rəhbərləri də məsələyə münasibət bildirdilər. Lakin hələ bu razılaşmadır. Bütün tərəflər bunu qəbul edəcəkmi, əməl olunacaqmı? Bunun özü maraqlıdır. Biz Netanyahunun açıq mesajını eşitdik ki, iki dövlət olmayacaq. Ardından da əgər Həmas bu şərtləri qəbul eləməsə, mən təmizləyəcəm o bölgəni kimi bir hiddətli çıxışı vardı. Və sözsüz ki, burada ən maraqlı simalardan biri dünəndən Tony Blairin adı dünya mətbuatında keçir və Tony Blair çox maraqlı bir siyasətçidir. O, Böyük Britaniyanın siyasi həyatında da mühüm rol oynayıb və onun vaxtında regionda bir çox məqamların dəyişikliyinin də şahidi olmuşuq. Bu köhnə qvardiyanın gəlməsi ilə bir çox məqamlar öz əksini tapırmı? Hər halda Tony Blairin İsraillə münasibətlərinin hər zaman yaxşı olduğunu və elə onun dövründə İsrailin ümumiyyətlə istər yaxın şərqdə mövqeyinin möhkəmlənməsi, istərsə də bir neçə mühüm hadisənin baş verməsini unutmamalıyıq. Elə Trumpın da birinci idarəçiliyi dövründə bir çox məqamlar var idi. Onlardan biri də İbrahim razılaşmaları idi. Lakin İbrahim razılaşmaları faktik olaraq pozulma ərəfəsindədir. Doğrudanmı İbrahim razılaşmaları pozulacaq və ümumiyyətlə, bax, bu 20 bəndlik razılaşma əslində həm də nəyi vəd edir? Mən istəyərdim qonaqları təqdim edeyim və biz müzakirəmizə başlayaq. Rəşad Bayramov, politoloq, Anar Əliyev, politoloq, Məhəmməd Əsədullazadə, politoloq və Zoom bağlantısında Kazım Kazımov, siyasi şərhçi. Xoş gördük sizi. Xoş gördük. Anar müəllim, icazə verirsə sizdən başlayayım. Siz nəyi gördünüz dünənki görüntülərdən və sözsüz ki, mən bayaq qeyd etdim, mən istəyərdim əsas Lavrovun mesajlarını bir çözək. Nə idi bu? Avropaya növbəti təhdid idimi, yoxsa geri çəkilmək idimi? Yəni, hər ikisini mən hiss elədim, amma net bir qərar vermək çox çətindir. Hər halda mətbuat konferansında fərqli fikirlər də səsləndi. Buyurun. Təşəkkür edirəm. Bəli, dünənki çıxışda Lavrovun təhdidlə yanaşı, həm də bir ayaq yeri qoymağını da biz müşahidə etdik. Hesab edirəm ki, bu müəyyən mənada bir qədər də isterik çıxış idi, isterik davranış idi. Çünki son günlər Rusiyaya qarşı tamamilə fərqli mövqe ortaya qoyulmaqdadır. Xüsusilə də ABŞ rəsmiləri tərəfindən biz tamamilə hazır indiyə qədərki ritorikaya tamamilə ziddiyyət təşkil edən, əksini təşkil edən biz ritorikanı müşahidə etməkdəyik. Hansı yanaşmanı? İndiyə qədər sanki Putinin, Rusiyanın nazı ilə oynayan Qərb, xüsusilə də ABŞ, Donald Trump və onun administrasiyası son həftələr tamamilə fərqli bir mövqe ortaya qoymaqdadır. Biz Zelenski ilə görüşdə Ukrayna xalqı yaxşı döyüşür. Nəinki işğal olunmuş əraziləri, daha çox əraziləri
nəzarətə götürə bilər. Daha çox ərazilər təbii ki, Rusiya ərazisi nəzərdə tutulur, Krım və Rusiya ərazisi, bunları nəzərdə tutaraq eyni zamanda biz Vensin dilindən Tomahawk raketlərinin, uzaq mənzilli raketlərin Ukraynaya verilə biləcəyi ilə bağlı ilk dəfə, yəni 4 ilə yaxın davam edən müharibə dövründə ilk dəfə belə bir fikirləri eşitməkdir. Kellogg'un dilindən biz çox maraqlı bir açıqlamanı eşitdik. İlk dəfə ABŞ qərb rəsmiləri tərəfindən indiyə qədər qadağa qoyulmuş bir məsələnin açıq bir mövqeyini, Ukraynaya bir yol açılmasını, qapı açılmasını özündə əks elətdirən bir fikir eşitdik ki, Rusiya dərinliklərinin vurulması ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur. Biz Vensin və Rubionun açıqlamalarını qulaq asdıqda görürük ki, bununla bağlı Ukraynaya hər hansı bir məhdudiyyət qoyulmayıb kimi fikirləri eşitdik. Yəni bunlar onu göstərir ki, eyni zamanda təbii ki, Zelenskinin ABŞ prezidenti ilə keçirdiyi görüşdə uzaq mənzilli raketlərin, digər təminatların daha da gücləndirilməsi və dəstəyin, Trump tərəfindən də dəstəyin artırıla biləcəyi ilə bağlı fikirləri biz eşitdik. Və belə bir şəraitdə təbii ki, Rusiya xüsusilə də Alyaskada keçirilən görüşdən sonra özünü daha rahat hiss etdiyi, daha geniş manevrlər əldə etdiyi bir sahədə kifayət qədər sərt bir dönüşün, bu dönüşünün hətta deyə bilərik, bəlkə də dönüşün baş verdiyini müşahidə edir və ona görə də hesab edirəm ki, bir qədər də burada ehtiyatlı davranış nümayiş elətdirir. Və bugün Rusiya tərəfindən səslənən fikirlər həm Lavrovun dilindən, həm Peskovun dilindən, digər rəsmi Xaricilər Nazirinin müavini dilindən səslənən fikirlər sanki Qərbi yenidən təhdid etməklə, şantaj etməklə Ukraynaya dəstəyin verilməməsi, amma eyni zamanda danışıqlara hazır olmaqla bağlı qapının açıq olduğunu da ifadə etməyə çalışırlar. Çünki biz avqustda keçirilən görüşdən sonra bu fikri də eşitmişdik Rusiya tərəfindən ki, nəinki Zelenski ilə, hətta Trumpın da iştirak edəcəyi üç tərəfli görüşü şou adlandırırdılar ki, mənasız bir görüş ola bilər. Çünki detallar dəqiqləşməyib, Ukrayna tərəfi reallıqla barışmaq istəmir, ona görə də belə bir görüşün keçirilməsinə ehtiyac yoxdur. Amma indi isə biz fərqli bir ritorikanı görürük, yanaşmanı görürük. Hesab edirəm bu dəyişikliklərlə bağlıdır. Rusiya tərəfi artıq gözəl anlayır ki, Ukrayna cəbhəsində ciddi dönüşlər baş verə bilər. Amma bilirsiniz, Elçin, mən təəssüflə bax bunu qeyd etmək istəyirəm. Bu mənim şəxsi mövqeyimdir. Təbii ki, 3 il yarımdan sonra, 4 ilə yaxınlaşandan sonra belə bir dəstək verilməsi təbii ki, lazımdır, yaxşıdır. Amma çox gecikmiş bir dəstəkdir. Bu dəstək vaxtında verilməli idi. Vaxtilə Biden administrasiyasının Ukraynaya axıra qədər dəstək verilməməsi ilə bağlı fikirləri səsləndirən Trump administrasiyasının, yəni onu ittiham edən Trump administrasiyası da 9 ay sadəcə vaxt itkisinə verdi. Yola verdi, getdi. 9 ay ilə belə getdi və minlərlə insanın itkisinə, Ukraynanın nə qədər geri çəkilməsinə, danışıqlarda Ukraynanın əlinin nə qədər zəifləməsinə şərait yarada biləcək proseslər baş verdi bu 9 ay ərzində. Ona görə hesab edirəm ki, yalnız Biden administrasiyasının üzərinə yıxmaq lazım deyil. Trump administrasiyasında kifayət qədər yanlışlıqları var. Amma çox maraqlı bir məsələndə deyim. Mən hörmətli həmkarlarımın vaxtına girmək istəmirəm. Yox, buyurun. Biz Zelenskinin Lukashenko'nun görüş çağrışına reaksiyasında cavabını da eşitdik. Çox maraqlı bir cavab idi. Təbii ki, orada bir qədər də istehzalı bir yanaşma var idi, sarkazm var idi. Amma eyni zamanda sanki hazırki dönüşün bir ifadəsi də var idi ki, ABŞ-ni Rusiyaya qarşı döndərə bildiyimiz indiki şəraitdə, Putinin əsl mahiyyətini ifadə edə bildiyimiz indiki anda, Putinin barışa hazır olmadığını, sülhə hazır olmadığını, işğalçı olduğunu Trumpa inandırdığımız indiki şəraitdə danışıqlara getmək nə dərəcədə uyğundur? Bax, biz Zelenskinin danışığında cavabında onu gördük. Zelenski hazırki situasiyadan istifadə edərək danışıqlara getməmək, əksinə bu yardımlardan istifadə edərək vəziyyəti dəyişməyə çalışır. Ondan sonra danışıqlar. Anar müəllim, vəziyyəti necə dəyişəcək? Bu başqa bir məsələdir. Yəni, bu özü çox böyük bir sualdır. Dəyişə biləcəkmi ümumiyyətlə? Çox çətindir. Çox çətin olmaqla bərabər həm də ki, bir dəfə də İstanbul razılaşmalarını pozdu ki, vəziyyəti dəyişəcək. Vəziyyət daha da pis dəyişdi. Onun səbəbi vardı. Elçin müəllim, siz də bilirsiniz ki, 2022-ci ilin yazında Ukrayna əks hücuma başladı və ciddi nəticələr əldə etməyə başlayan kimi Qərbdə ciddi təhlükələr, daha doğrusu təzyiqlər başladı. Qərb Ukraynaya yardımlarını, xüsusilə də ABŞ tərəfindən, Biden administrasiyası tərəfindən yardımları ciddi şəkildə azaltmağa xidmət edən davranışlar göstərdi. Yəni, onlar heç bir halda Ukraynanın ciddi uğurlar əldə etməsini istəmirdi. Ona görə, yəni,
İndi istəyirlərmi? Hazırki administrasiya, bilirsiniz, gəlin onunla bir qədər fərqli yanaşaq. Rusiyanın məğlubiyyəti ABŞ-nin qərbi maraqlarına uyğundurmu? Qətiyyən uyğun deyil. Ona görə də Rusiyanın bu prosesdən tam məğlub olaraq çıxmasını istəmirlər. Amma eyni zamanda tam olaraq böyük iddialarla çıxış etməsi, Ukraynanın parçalanması, böyük ərazilər əldə edərək qalib kimi çıxmasını da qəbul etmək istəmirlər. Ona görə də hesab edirəm ki, Trumpın hazırki dəyişiklikləri Rusiyanın tam olaraq məğlubiyyəti deyil, amma müəyyən qədər zəifləməsinə bərabər. Anar mənim, onda belə yəni quruluş vermək olarmı sizin fikirlərinizə yekun kimi ki, əslində ən yaxşı halda uzun müddətli atəşkəs, hər kəs öz yerində qalır və atəş susturulur, bir modelinə yaxın bir model qurula bilər yaxın müddətdə. Hesab edirəm ki, yaxın aylarda bu da baş verməyəcəkdir. Yaxın aylarda müharibə davam edəcəkdir və əgər yardımlar həm hərbi, həm də maliyyə yardımları gözlənildiyi kimi artacaqsa Ukrayna müəyyən xırda da olsa dönüşlər əldə edə biləcək. Məsələ burasındadır ki, indi çox maraqlı bir məlumat daxil oldu. Bu Rusiyanın xarici kəşfiyyat demək təşkilatı tərəfindən yayılıb bu informasiya. Bilməm nə dərəcədə etibar eləmək olar, olmaz, amma hər halda mahiyyət belədir ki, bildirilir ki, Ukrayna hakimiyyəti NATO-nu Rusiya ilə münaqişəyə cəlb eləmək üçün yeni planlar, təxribat xarakterli planlar hazırlayıb və Polşa tərəfdən güya Rus və Belarus xüsusi təyinatlarının vuruşduğunu effekti yaratmaq üçün hansı əməliyyatlar keçirirlər, imitasiya edirlər, hücumun imitasiyasını və artıq bu məsələdə demək planlar da bəllidir və Polşanın və o üzdən də, yəni Polşa üzərindən də NATO-nu müharibəyə qatmaq istəyirlər. Belə bir açıqlama var. Qəti surətdə bu informasiya müharibəsidir. Rusiya Xaricilər Nazirliyi də ötən gündə qeyd etdi ki, elə PUA-ları məhz Ukrayna özü düzəldib Rusiya modelində göndərib Polşa, Rumıniya və NATO-la Rusiyanı qarşı-qarşıya gətirmək istəyirlər. Yeni bir müharibəyə, eskalasiya getmək istəyirlər. Mən düşünürəm ki, təbii ki... Çünki məsələn, Bolqarıstan dedi ki, biz araşdıracağıq, görək bu Ukrayna tərəfindən gəlib, yoxsa yox. Qəti surətdə mən düşünmürəm ki, bu Ukrayna tərəfindən gələr. Hardan qətiyyətlə belə deyə bilirsiniz? Çünki Ukrayna tərəfi ümumiyyətlə hazırda Rusiyaya qarşı konkret olaraq cəbhədə müharibə aparır. Əgər Ukrayna tərəfi əgər belə bir hazırlıq həyata keçirirsə, NATO və yaxud NATO-nu Rusiyanı qarşı-qarşıya gətirib belə bir təxribatlara əl atsa Rusiya kimi, təbii ki, bu araşdırılsa faktlar üzə çıxar və bu Ukraynaya qarşı dəstəyin azalmasına gətirib çıxara bilər. Ona görə də Ukrayna tərəfi düşünürəm ki, belə bir prosesə gedməz. Məmuru cəzalandırmaq ki, uzaq baş, əgər üzə çıxarsa da məlum deyil üzə çıxacaq. Ukrayna bu günlərdə çox obyektiv, realist müharibə aparır. Rusiya kimi kirli informasiya, Rusiya kimi tamamilə raşist bir siyasət həyata keçirmir. Bu günləri Ukraynanın da apardığı müharibə beynəlxalq hüquqlara, insan hüquqlarına demək olar ki, uyğundur. Ümumiyyətlə, müharibə qanunlarına uyğundur və konkret olaraq Rusiyanın da bu günlərdə həyata keçirdiyi, yəni dediyim kimi informasiya və müharibədə tamamilə hərbi cinayətlər və beynəlxalq hüquqlara Mən bu sualı mütləq verməliyim. Anar müəllim də dedi, siz də inkişaf elətdirdiniz. Müharibənin nə qanunları var ki, ona uyğun olsun? Müharibədə qanun var. Hərbi cinayətlər niyə yoxdur? Müharibənin Azərbaycan 2-ci Qarabağ müharibəsində hansı müstəvidə siyasi müharibə apardı? Beynəlxalq müharibə qanunları var. Xeyr, beynəlxalq müharibə qanunlarından yox. Biz beynəlxalq hüquqa uyğun öz ərazimizdə separatçı və xarici ordunun əsgərlərini ölkəmizdən çıxartdıq. Bu başqa məsələdir. Bu sual ritorik sualdır. Müharibə qanunları ümumiyyətlə özü heç bir qanunu yoxdur. Kim necə bacarırsa o cür qalib gəlir. Belə bir şey yoxdur. Onda kütləvi soyqırımlar həyata keçirilir. Bu hərbi cinayətdir. Sonradan biz ona əgər məğlub olsa hərbi cinayət adı qoyacaq. Qalib olsa strateji gediş, taktiki gediş adı qoyacaq. Ukrayna niyə Rusiya kimi mülk demək olar ki, yaşayış məntəqələrini vurmur, mülk insanları vurmur. Mən razıyam ki, sivil yanaşır, başqa məsələdir. Amma bu ifadənin özü, yəni müharibə özü ən böyük qanunsuzluqdur. Təbii ki, qanunsuzluqdur. Ritorik
mən istəmirəm bunu bu cür Bu qanunsuzluğun ifadə edeyim. özünün də bir qanun var, Ukraynada müdafiə Qaydalar var, sivil müharibə qaydaları var. Bu başqa ifadədir. Bəli. Ona görə mən Proses üzr istəyirəm bu ondan ifadəyi mən nəyə ibarətdir, görə mən istəmirəm bu cür təqdim olunsun ki, hətta əgər kimsə müharibə aparırsa qanunun çərçivəsində, bu demək deyil ki, bu humanistdir. Rusiya-Ukraynaya qarşı müharibəsi qanunsuzdur, beynəlxalq hüquqa ziddir. Bəli. Amma eyni zamanda qeyri-sivildir. Qeyri-sivildir. Amma Ukraynanın müdafiəsi və Rusiyaya qarşı hərbi əməliyyatlar qanunudur. Amma Ukraynada gərək hərbi cinayətlərə əl atmaya, orada mülkin infrastrukturunu, mülki insanları yenə müharibədə bu da yol verir. Amma Rusiya tərəfi Ukraynada həm işğalçı siyasət aparır, həm də hərbi cinayət həyata keçirir. Ona görə də Putinin hərbi siz necə düşünürsünüz? Lavrov nə istəyirdi BMT-də çıxışlarında? Təbii ki, Lavrovun konkret olaraq çıxışları ondan ibarətdir. Bir psixoloji, bir siyasi bir mübarizə kimi özünü Rusiyanı göstərmək istəyir və hesab edir ki, Rusiya konkret olaraq öz mövqeyindən geri çəkilməyəcək, lazım gələrsə NATO-la da qarşı durmaya gedə bilər. Mən Rusiya ümumiyyətlə Qərblə danışıqlar masasında o şərtlə oturmaq istəyir ki, konkret olaraq Moskvanın şərtləri qəbul olunsun. Yəni, şərtlər ondan ibarətdir ki, Ukraynanın 5 bölgəsi Rusiya ərazisi kimi tanınsın, Krım olmaqla. Dəyişməyib şərtlər heç. Qeyd edilir ki, təkcə Donbasla Rusiya kifayətlənir. Mən elə gəlir ki, Anar müəllimin dediyi, bəli, Anar müəllimin dediyi bir məqam ki var. Alyaskadan sonra xeyli həvəslənən Rusiya indi xeyli şərtlərini dəyişib. İndi nə şərtlə gedir? Şərt ondan indi o şərtləri konkret olaraq açıqlanmır. Amma Krıma Ukraynanın müdaxiləsi Rusiyanı çətin vəziyyətə salıb. Yəni bu günlər Rusiyada NATO ölkələrinə, NATO'nun hava məkanını da pozması məhz Ukraynanın Krıma qarşı müdaxiləsindən ibarətdir. Rusiya istəmir ki, Ukrayna tərəfi Krıma müdaxilə etsin və ona görə də bu eskalasiya daha da genişlənir. Qalsa şərtləri dediyimiz kimi Rusiyanın dəyişməz şərtləri yerindədir. Demirək dəyişir, biraz yumşaldı. Yumşalır təbii ki. Çünki əsas məsələlər yenə də qalır şərt olaraq. İyun ayı, yay aylarından deyirəm ki, Alyaska görüşündən sonra mənim təhlillərim belə qənaətə gəldim ki, artıq Amerika Birləşmiş Ştatları və Qərb Rusiyaya qarşı Ukraynanı ciddi hərbiləşdirəcəklər. Ukraynada Rusiya qarşı ciddi şəkildə hərbi zərbələr vurulacaq və ilin axırına kimi Rusiyanın masa arxasına əyləşdirib kompromisə məcbur edəcəklər. Artıq diplomatik danışıqlar fiyaskoya uğrayıb və hərbi təzyiqlər işə düşüb. Aydındır. Bu da sizin mövqeyinizdir. Lukashenkonu bu günlər Vladimir Putin Lukashenkonu minnətçi ortaya salıb Zelenskiylə görüşdürür. Hələ bilmək olmaz kim minnətçi salıbdır. Çünki Amerika xeyli güzəştə getdi. Trump getdi, nümayəndəsini göndərdi. Mən elə gəlir ki, elə orada bir neçə mühüm iqtisadi məsələlər həllini tapdı, siyasi məsələlər. Hələ bilmək olmaz burada hansı gedişdir. Mənim də bununla bağlı öz fikrim var. Çünki mən düşünmürəm ki, bu Rusiyanın təşəbbüsü ilədir təkcə. Burada qarşılıqlı əlbəttə. Amma burada üç tərəfli, bugün Vladimir Putin, Lukashenko, Zelenski üç tərəfli görüşməsi də absurddur. Burada nə nəticələr olacaq? Vladimir Putin düşüncəsi bundan ibarətdir ki, Zelenski əgər gəlirsə bu üç tərəfli görüşə, deməli güzəştə getməlidir. Bugün elə yanaşır. O zaman sizin proqnozunuz uzun müddətli bir atəşkəs mümkündürmü? Yox, atəşkəs olmayacaq. Olmayacaq. Kifayət qədər bunlar hələ Rusiyaya qarşı bunlar növbəti mərhələdə zərbələr. Məhəmməd, Rusiyanın neçə ay bundan sonra hərbi və iqtisadi cəhətdən dözmək gücü olar? Bax, mövqeləri burada saxlamaq şərtilə. Mən düşünürəm ki, hələ yay aylarına qədər Rusiya dözümlüdür bu məsələyə. Bir il ömrü var. Yay ayı 7-8 ay, yay aylarına kimi əgər Ukrayna intensiv şəkildə hücumları artırsa, Rusiyanın enerji infrastrukturuna və hərbi obyektlərinə zərbələr vursa, Flamenko, həmçinin Tamaq raketləri ilə, Neptun raketləri ilə vurursa və cəbhədə də irəliləyiş əldə edərsə, mən düşünürəm ki, Rusiya məhz ancaq yay aylarına kimi dözə biləcək buna. Ondan sonra kifayət qədər danışıqlar masasına əyləşib müəyyən kompromisə gedə bilər. Yəni sizin proqnozunuz belədir ki, bir ildə qan töküləcək
və bəşəriyyət bu məsələnin öhdəsindən gələ bilməyəcək. Məsələn, bu Azərbaycan-Qarabağ müharibəsi torpaq müharibəsi deyil ki, Azərbaycan-Qarabağ müharibəsi deməkdir, Azərbaycan-Ermənistan müharibəsi deyil ki, bu geopolitik qarşıdurmadır. Burada Rusiya qərbə qarşı ekzistensial müharibə aparır, Rusiya fövqəli dövlət olmaq istəyir, məhz öz şərtlərini qərbə qəbul etdirib bir qütüblü, çox qütüblü dünya yaratmaq istəyir. Bir qütbüldən imtina edilsin, Rusiyanın da fövqəli dövlət kimi Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı tanısın. Məhz Rusiya ona görə də Ukraynaya qarşı bu müharibəni başladı. Təkcə o kifayətlənmirdi. Nə Amerikanın, nə Avropanın belə bir mandatı yoxdur ki, kimisə qütb kimi tanıyacaqsa, qütbə çevirəcək. Anar müəllim, icazə verirsə reklama çıxaq və reklamdan sonra müzakirə edək. Çünki bir neçə ziddiyyətli məsələlər meydana çıxdı. Reklam vaxtıdır. Потому что посреди дороги. Müzakirəmiz davam edir. Məhəmməd müəllimin dediyi fikirlə Anar müəllim razılaşmadı və belə də ifadə elədi ki, kim deyir ki, və kim veribdir ki, o mandatı Avropaya və yaxud da hansısa bir ölkəyə ki, kimsə qütb kimi tanısın, tanımasın. Mandatı o Avropa özü qazanıb ona görə. Təbii ki, Amerika Birləşmiş Ştatları Avropa demokratik, beynəlxalq hüquq sistemində ali insan dəyərlərinə bir dövlətlərin suverenliyinə, təhlükəsizliyinə hörmət edirsə, amma bu günləri Rusiyanın yanaşması tamamilə fərqlidir. Ona görə də qərb dəyərləri Amerika Birləşmiş Ştatları, Avropa, Çin kimi, Rusiya kimi insan ali dəyərlərini, hüquqlarını, demokratiyanı qəbul etməyən ölkələrin yeni qütb olmasına imkan verə bilməz. Ona görə də Avropa öz dəyərləri ilə, qanunları ilə, vətəndaşlarının və tərəfdaş olduğu ölkələrlə qarşılıqlı etimad müstəvisində əməkdaşlıq etdiyi üçün o mandatı qazanıb. Həm fikrim budur. Razılaşdınız. Avropa özü belə qütb deyil. Təkcə ayrılıqda. Təbii ki, qütb, amma Amerika Birləşmiş Ştatlarının Avropa ilə bir qütbdür. ABŞ da tək başına qütb ola bilməz. ABŞ niyə qütbdür? Bu günlər onun tərəfdaşları var. Avropadır, biz qütb deyəndə Şimal qütb, Cənub qütb elə bundan danışmırıq da. Biz qütb danışanda dünya siyasətinin müəyyən edildiyi paytaxtdan, bir nöqtədən danışırıqsa, ünvandan danışırıqsa, ABŞ elədir. Tam əksinə Avropanı təsir imkanları kifayət qədər baltalanır, əlindən alınır. Yəni Avropa hardan oldu hansısa bir qütb? Digər tərəfdən dünya siyasətini müəyyən etmək üçün, dünya siyasətində təsir etmə imkanları əldə etmək üçün o dediyiniz o sözdə demokratiya nə bilənə mən Avropanı belə qəbul etmişəm hər zaman belə deyirəm. Sözdə. Əlbəttə, əlbəttə. Niyə imperialist qüvvələr heç bir halda demokratiyadan danışa bilməz? Fransanın törətmədiyi qırğınlar qalmayıb, amma Fransa demokratiyanın Avropada paytaxtı elan edir özünü. Nə olsun, elə etməklə deyil ki,
Bunun üçün güc lazımdır. Güc isə iqtisadiyyata, güc isə resurslara, güc isə hərbiyə arxalanır. Və bu Avropada artıq tükənmək üzrədir. Tükənmir qəti surətdə. Bu Avropa İttifaqı uzun illər sosial ifa istiqamətində öz siyasətinin strategiyasını qurmuşdu. Məhz Rusiya-Ukraynaya qarşı müharibəsindən sonra bu günlər Avropa İttifaqı məhz öz iqtisadiyyatını hərbi relsə çevirib, həmçinin müdaxilə məhsulu NATO ölkələri 5%-ə qaldırır, Almaniya güclənir, silahlı qüvvələrini Polşa, həmçinin Rumıniya, Fransa, həmçinin bu günlər kifayət qədər onlar güclənir və ABŞ-la da birgə siyasət həyata keçirir. Sözsüz, amma fikir mübadiləsi də maraqlı idi. Ona görə mən istədim ki, fikirlərinizi bir-birinizə çatdırasınız. Rəşad müəllim, əslində biz Ukrayna məsələsinə, Rusiya məsələsi müzakirəsi gələndə sözsüz ki, Avropa və Asiya qarşı durması məsələsi istər-istəməz müzakirə olunur. Amma burada mənə maraqlı sözsüz ki, dünənki Amerika Birləşmiş Ştatlarında gəlinən razılaşma və ona qədər Netanyahunun çıxışı, ümumiyyətlə o avazı, Netanyahunun mesajları nə idi və niyə bu qədər inamla addımlayır? Təbii ki, dünən baş verənlər əslində Trumpın sülh yaratma missiyasında nəyə daha çox üstünlük verdiyini bir daha ortaya çıxarmış oldu. Yəni, istəyir Rusiya-Ukrayna müharibəsi ilə bağlı olsun, istəyir İsrail ilə Həmas arasında olan müharibə ilə bağlı olsun, sülhün əldə olunmasında mütləq şəkildə təhdid ritorikası birinci ön plana gəlib çatır. Və biz uzun müddət ərzində həmin o təhdid hədəfi olaraq Ukraynanın seçildiyini, amma Rusiyadan ala bilmədiklərini gördükdən sonra Amerika Birləşmiş Ştatlarının bir müvafiq dönüş etdiyinə şahidlik etdik. Dünən də faktiki olaraq İsraillə belə deyək, yəni bu adı Trumpın belə deyək sülh planı olsa da əslində İsraillə müzakirə olunduğunu da heç kim belə deyək gizlətmədi. Yəni təbii ki, həmin o plan İsrail tərəfindən müzakirə olunaraq ortaya çıxarılmış plan idi. Amma təəssüf ki, digər tərəf olan Həmas həmin planın detalları ilə ümumiyyətlə məlumatsız idi və dünənləri axşam saatlarında planın belə deyək açıqlanmasından sonra bu gün səhər Həmas sözçüsü bəyan etdi ki, biz şifahi məlumatı Qətər və Səudiyyə Ərəbistanından almışıq. Hələ də belə deyək, detallı şəkildə, yazılı şəkildə nələrin nəzərdə tutulduğundan xəbərsizik. Yəni bu mənada dünənləri... Siz nə istəyirdiniz? İstəyirdiniz ki, Həmasın lideri də orada otursun, Trumpın yanında və oturmaqdan getmir. Dünənləri artıq Netanyahu ilə görüşdə Amerika Birləşmiş Ştatları və İsrail arasında müəyyən bir razılaşma sənədi var idi. Yəni ən azından o detalları vaxtında, zamanında, mən deyəcəyəm niyə bunun üzərində təkid edirəm, elə həmin o vasitəçilərin xətti ilə Hamasa da ötürmək olardı ki, Hamasın tərəf qəbul olunmasından söhbət getmirsən, əgər orada yenidən qurma işlərinin aparılması, ondan sonra sülhə nəzarətdə ərəb ölkələrinə ən azından koalisiya olaraq orada yerləşməsini nəzərdə tutursansa, ən azından onda onlar da bu prosesi Hamasla bu və ya digər şəkildə razılaşdırmalıdırlar. İstəsək də, istəməsək də, Hamas 18-19 ildir Qəzza üzərində nəzarətə həyata keçirən bir təşkilatdır. Özünün siyasi institutları olan, özünün ordusu olan və s. strukturlara malik bir qurumdur da. Yəni sən bu günləri Hamas silahı yerə qoymalıdır, Hamas Qəzza zolağında nəzarətdən imtina etməlidir kimi şərtlər ortaya qoyursansa, bunun daha əvvəldən Hamasa ötürülməsi lazımdır. Yəni ki, bu şərtlər daxilində bəlkə onlar da daha yumuşaq şərtlər irəli qoyacaqdılar. Baxın, bu ilin fevral ayının 15-ini xatırlayaq da biz. Nə baş verdi? Fevral ayının 15-ini... Rəşid müəllim, üzr istəyirəm. Siz indi Həmasın mı tərəfindəsiz, yoxsa bu sülh prosesinin özünün bir tərəfli getməyi narahat edirsiniz? Mən sülh prosesinin özünün bir tərəfli getməyi narahat edir. Mən Həmasın tərəfində deyiləm. Baxın, real sülhün əldə olunması üçün tərəflərin bu və ya digər şəkildə bir ortaq məxrəcə yetirilməsi və hər tərəfin qazan-qazan prinsipi ilə ayrılması lazımdır. Həmas qazansın? Üzr istəyirəm də, bir dəqiqə, mən qoyun yekunlaşdırım fikrimi, görəsiz kimin qazanmasından söhbət. Söhbət Qəzza xalqının qazanmasından gedir. Bu ilin fevral ayının 15-də
atəşkəs ki elan olunmuşdu, 3 mərhələli atəşkəs xatırlayır xanımız İsraillə Hamas arasında. Yəni Hamas tərəf idi də, atəşkəs sazişi Hamasla İsrail arasında imzalanmışdı, düzdürmü? 3 mərhələli olaraq. Birinci mərhələdən sonra problemlər ortaya çıxdı. Girovların azad olunmasında və eyni şəkildə İsrailin də verdiyi sözləri yerinə yetirməməsində problemlər ortaya çıxanda İsrail tərəfi Hamasın bundan sonra idarəçilikdən çəkilməsi şərtini irəli sürəndə ayın 15-i Hamas liderlərinin bir bəyanatı səsləndi. Bəyanat nədən ibarət idi? İsrail Qəzza zolağında və işğal etdiyi ərazilərdən imtina edib geri çəkiləcəyi halda Hamas bundan sonra Qəzzanın idarəçiliyindən imtina etməyə hazırdır. Ya bu onsuz da fevralın 15-də bəyanat verilmişdi. Düzdürmü? Bəli. İndi bunu sülh planında bir şərt olaraq yazıb, amma hər şeyin başına da 3 günlük bir vaxt qoymaq, 72 gün ərzində girovların qaytarılması və s. və ilaxı şərti qoymaq. Faktiki olaraq Haması küncə sıxıb 3 gün ərzində bunu etmək mümkün deyil. Nə edirsən elə etmək mümkün deyil. Bunlar bir yığılmalıdırlar, bunlar bir müzakirəni aparmalıdırlar, bunlar bir qərar verməlidirlər. 3 gün ərzində sən girovları azad etməlisən, azad etməsən İsrail müharibəni davam etdirir və mən də artıq açıq dəstək verirəm. Demək, bilirsiniz nə deməkdir bu? Baxın, son bir neçə ayda bu müharibədə bütün beynəlxalq təzyiq kimin üzərinə idi? İsrailin. Düzdürmü? Hədəf olaraq İsrail qoyulmuşdu. Dinc insanları qətlə yetirir, aclıq, humanitar böhran və s. və ilaxı. Dünənləri sülh planının ortaya çıxması ilə həmin o İsraili davamlı şəkildə tənqid edən dövlətlər, Böyük Britaniyası olsun, Fransası olsun, İtaliyası olsun, hamısı bir mənalı şəkildə planı dəstəklədiklərini bəyan etdilər və bundan sonra Hamasın 3 gün ərzində prosesi başa çatdıra bilməməsində hədəf artıq o beynəlxalq, belə deyək, hədəf dönəcək Hamas istiqamətinə. Və nəticə etibarilə bundan qazanan da İsrail olacaq. Yəni bu günləri... Demək, bu İsrailin xeyrinə olan 20 bəndlik... 100%lıq İsrailin xeyrinə olan 20 bəndlik, belə deyək, sülh planıdır. Amma burada Qəzzalıların maraqlarına xidmət eləyə biləcək infrastrukturun bərpası, yenidən qurma işlərinin təşkili, ən mühümü Qəzza zolağında olan insanların məcburi şəkildə köçürülməsinin artıq qarşısının alınacağı ilə bağlı mövqe ortaya qoyuldu. Yəni məcbur edilməyəcəklər. İnsanlar oradan köçə məcbur edilməyəcəklər. Bu bir mənalı şəkildə qoyuldu. İkincisi isə İsrail qoşunlarının Qəzza zolağından çıxarılması qoyuldu. Və bunun bilirsiniz, detalları müzakirə olunmalıdır. 3 gün ərzində bunu etmək mümkün deyil. Mən nə qədər girovu buraxanda sən nə qədər ərazidən geri çəkiləsən. Yox, mən bütün şərtləri yerinə yetirəcəyəmsə, girovları buraxacağamsa, Hamasın idarəçiliyə imtina eləyəcəyəmsə, silahları yerə qoyacağamsa, ondan sonra sən İsrail olaraq Qəzza zolağını tərk etməsən nə olacaq? Bunun məsuliyyəti kimin üzərinə düşəcək? Kim cavabdehdir, kim qarantordur? Ya bu məsələlərin heç biri bilirsiniz ortada yoxdur. Ona görə də bu günləri faktiki olaraq bu təzyiqdir. Amma Hamas da doğrudan müharibənin dayandırılmasını istəyirsə və doğrudan beynəlxalq birliyin əlinə əlavə fürsətlərin verilməsi, xüsusən də İsrailin bu soyqırımı davam etdirməsini istəmirsə, Amerika Birləşmiş Ştatlarının açıq şəkildə İsraillə bir yerdə Qəzza zolağında döyüşməsini istəmirsə, bu 3 gün ərzində heç olmasa ilkin addımı atıb girovların bir qisminin azad olunması istiqamətində müəyyən mövqe ortaya qoymalıdır. Burada İranın maraqları nə olacaq, İran nə dərəcədə imkan verəcək Hamasa, bunlar hamısı müzakirə mövzusudur. O baxımdan deyirəm ki, real sülh istəyən tərəf Amerika Birləşmiş Ştatları olaraq real sülh istəyirsə, real sülhün əldə olunmasını istəyirsə, verilən o 3 gün möhlət real sülhə gətirəcək möhlət deyil. Bu müvəqqəti atəşkəsə, yenə deyirəm, girovların verilmə. Baxın da indi dünənləri bu razılıq əldə olunubmu? Biz görək bu heç olmasa 3 günkü vaxt verilib 72 saat Hamasa. Bu 3 gün ərzində İsrail Qəzza zolağını bombalamağa davam eləyəcəkmi? Bu 3 gün ərzində humanitar yardımların çatdırılmasına imkan verəcəkmi? Ya bu baş verəcəkmi ən azından? Ya bu baş verməyəcəksə, bu siz faktiki olaraq bir tərəfli şəkildə o deməkdir ki, sən nə edirsən elə? Necə ki, keçən dəfə demişdim də, Hamasın idarəçiliyindən imtina eləməyə hazıram, amma biz ona baxmayaraq gəldik, əzdik, davam elədik, danışıqlara çağırıb Qətəri bombaladıq və s. və ilaxı. Bu o deməkdir ki, bu sadəcə manipulyasiyadır. Bu sadəcə manipulyasiyadır və yenə deyirəm, elə Ukrayna məsələsində də eyni şeydir. Bu günləri o dönüşü eləyən Amerika Birləşmiş Ştatları quru bəyanatlardan o yana keçməyib hələ.
o uzaq mənzilli raketləri verəndən sonra Ukraynaya Kellogg və digərləri artıq Rusiyanın belə deyək, içərilərinə zərbə vurun deyəcəklərmi? Və yaxud da onlar o silahlar Ukraynaya çatdırılandan sonra hansı qadağalar qoyulacaq Ukraynaya? Yəni bu günləri bəyanat sadəcə təhdiddir, Rusiyanı masaya oturtmaq üçün, Rusiyanı güzəştəyə getmək üçün verilən bəyanatlardır və Rusiyada hələ ki, bayaq sual verdiniz, Rusiyada hələ ki bunun ciddiliyini qəbul eləmir. Açıq demək lazımdır. İkincisi, hələ ki döyüşmə imkanının olduğunu düşünür, çünki pul var. Hər nə qədər 2 il, 3 il bundan qabaqki büdcə yoxdursa da, hər nə qədər valyuta ehtiyatları tükənmək üzrədirsə də, amma nefti alanlar var, qazı alanlar var, maliyyə var, döyüşə məcbur da olsa apardığı insanlar var. Şimali Koreya davamlı şəkildə əskər göndərməyə hazır olduğunu bəyan eləyib. Yəni bu baxımdan Rusiyanın hələ ki müharibəni davam etdirmə imkanları var. O baxımdan da bayaqları Anar bəy çox düzgün qeyd elədi. Mən də dəfələrlə bu mövqeyin üstündə dayanmışam. Rusiyanı güzəştlərə məcbur etməyin tək yolu Ukraynanı bəyanatla yox, həqiqətən dəstəkləməkdən, paralel olaraq Rusiyanı iqtisadi cəhətdən çökdürməkdən gedir. Bu ikisi eyni halda baş verəcəyi halda Rusiya güzəştlərə getmək məcburiyyətində qalacaq. Bu gün ən yaxşı halda bilirsiniz edə bilmirlər də yəqin ki. Hələ ki edə bilmirlər, çünki bu qədər sadə. Bilirsiniz necədir? Avropa bu günləri Rusiyanı özü üçün bir nömrəli təhlükə olaraq görür. Düzdürmü? Və Rusiya ilə birbaşa müharibəyə də hazır deyil. Bunun üçün Avropa İttifaqına, yəni Amerika Birləşmiş Ştatları olmadan söhbət gedir, amma Avropa İttifaqına bir neçə il vaxt lazımdır. Və o bir neçə il vaxtı da Rusiyanın Ukrayna ilə müharibə aparmasını istəyir. Maraqlıdır. Maraqlı yanaşmadır və Avropanın belə istəkləri varsa, onda Amerikanın istəyi nədir və bu özü də bir ayrıca müzakirə olunacaq. Əgər icazə verirsə Kazım müəllimdən elə bax bunu soruşaq. Rəşad müəllim çox pessimist yanaşdı Trumpın əbədi sülh gəldi bəyanatına da və elə o 20 maddəlik razılaşmaya da. Razılaşma dedikdə bu əslində deyilənə görə İsrailin, belə də xarakterizə edirlər, İsrailin istəklərindən ibarət 20 bəndli müraciətdir. Tələbdir. Və əgər bu yerinə yetirilməsə, onda legitimləşəcək bütün hücumlar və o cümlədən Amerika Birləşmiş Ştatları da iştirak edəcək. Artıq beynəlxalq ictimaiyyət qarşısında Həmasın deməyə sözü qalmayacaq. Belədirmi? Kazım müəllim, siz də mi belə düşünürsünüz? Öncəliklə o demək lazımdır ki, bəli, Həmas ABŞ-da terror təşkilatı olaraq qəbul edilir. Lakin üçüncü tərəf mütləq olmalıdır. Yəni bu bir plandır. Müharibə Qəzzada gedir. Ola bilər Həması qəbul etmirsiniz. Birincisi, ABŞ dövlət praktikasına baxdığımızda 2018-19-cu ildə Taliban da rəsmi olaraq terror təşkilatı idi, amma Talibanla masaya oturmuşdu Amerika. Yəni burada Həmas da istənilsə masaya oturula bilər. Bu bir. İkincisi, lap deyək Həmasla oturmasa belə, keçən il Pekidə bir Fələstinli qruplar tərəfindən belə bir protokol imzalandı ki, Həması beynəlxalq tərəfdaş kimi və ya müharibənin bir tərəfdaşı kimi qəbul etməyən tərəflər Fəth hərəkatı, yəni Fələstin Azadlıq Təşkilatı ilə oturub müzakirə edə bilərlər. Həmas bu deklarasiyalı icazə verdi tərəflərə və biz bilirik ki, Fələstin Azadlıq Təşkilatının Vaşinqtonda bürosu var. Ən azından bu büro ilə bir müzakirə aparıla bilərdi və bunun üçün bir də belə bir məsələ var. 20 maddənin 4 dəfə 20 maddə içərisində Həmas sözü keçir. Yəni bu tərəf deyilsə, niyə onda Həmasın adı 4 dəfə sadalanır? Ondan əlavə bir çox məsələlər var ki, mən tərəf olmadığını əsasən Anar müəllim dedi və mən əlbəttə ki, şərait yaradacağım bunu fikrinə əsaslandırsın. Amma siz hesab edirsiniz ki, tərəfdir və orada iştirak etməliydi. Ən azından Fələstin Azadlıq Təşkilatı iştirak etməlidir. Həması qəbul etməsələr belə... Fələstin Azadlıq Hərəkatı Təşkilatı, üzr istəyirəm, orada nəyisə həll edirmi? Lap olsun o iclasda. O sadəcə belə deyim ki, tərəflər arasında dialoqu belə deyim ki, həyata keçirəcək. Çünki Pekin deklarasiyasında onsuz da dialoqu həyata keçirir. Yəni o da alınmır. O dialoq həyata keçirməyi də alınmır. Ona görə də çağırmayıblar. Bilirlər ki... Mahmud BMT-yə buraxmadılar, gedib orada çıxış eləsin. Yox, iki tərəfli, bilirsiniz necədir? Yəni iki tərəf danışır. Dünən Əl-Cəzirəyə Həmasdan açıqlama oldu ki, bizə mətni belə göndərməyiblər. Onda bu nədir? Üç tərəf. Yəni münaqişə bir tərəfi var, qəbul eləmirsən. Daha belə deyək, qəbul etdiyim bir adama mən icazə verirəm ki, mənim adımı çıxırsın. Ona da icazə verirəm. Digər tərəfdən mətnin öz içərisinə baxdığınızda bir çox tutuşmayan nöqtələr var. Məsələn, 72 saat ərzində əsirlərin dəyişdirilməsi məsələsi var.
İsrailin bütün əsirlər azad olduqdan sonra hansı mexanizm əsasında Fələstin əsirlər azad olunacaqdır? Və ya biz xatırlayırıq, 2 dəfə bundan əvvəl qismi əsir dəyişmə prosesi olmuşdu. Lakin burada da tez-tez sülh pozulmuşdu və qarşılıqlı atışmalar başlamışdı. Bu bir tərəfdən. Digər tərəfdən beynəlxalq bir jandarma qüvvələrinin göndərilməsi və onların bu bölgəyə nəzarət məsələsi var. Baxın, bu çox da effektiv bir sistem deyil. Hardan bilirik? 1995-ci ildə Srebrenicada buna oxşar bir hadisə baş vermişdi. Bosniyalılar silahsızlandırıldı, arxasınca Serb qüvvətləri girdilər, 8 min insana həyatına son qoydular. Və belə olan təqdirdə Fələstin bunu yaxşı tanıyır. Yəni, yaxşı bilir ki, bu işə yaramaya bilər. Bir digər tərəfdən Fələstin öz tarixində də bu olmuşdur. Livanda Birləşmiş Millətlər Təşkilatının korpusu olduğu halda Şatillada girmiş 4000-ə qədər adam həyatını itirmişdi. Yəni, İsrail hücum nəticəsində Livana daxil olmuşdu. BMT qruplaşması bir şey eləyə bilməmişdi. Ona görə mən hesab edirəm ki, bu beynəlxalq jandarma dəstəsinin bir köməyi olmayacaq. Digər tərəfdən texnokratik hökumət məsələsi meydana gəldi. Texnokratik hökumət belə bir şeydir ki, bu günə qədər mən dünya siyasətinə baxdığımızda heç bir texnokratik hökumətin effektiv icraat həyata keçirdiyini görməmişəm. Çünki texnokratik hökumətlərin arxasında siyasi iradə olmur. 1970-ci illərdə Türkiyədə Nihat Eriyev hökuməti, Berlusconi'dən sonra İtaliyada 6 və ya 5 dəfə texnokratik hökumət quruldu. Hətta mən onlarla Türkiyədə görüşmək şansı da yaxalamışdım. Sudan inqilabçıları demişlər ki, bizim ən böyük səhvimiz texnokratik hökumətə hə deməyimiz oldu. Çünki texnokratik hökumətlər beynəlxalq güclərdən çox asılı olurlar. ABŞ, Fransa, İngiltərə, İsrail və ya Misir, Səudiyyə Ərəbistan kim onlara daha çox baskı edə bilsə, daha çox bunun sözünü deyəcəklər. Amma əslində Fələstin xalqı kimi istəyir? Kim burada hökumətə təmsil olmadı? Məncə onlar olmalı. Çünki texnokratların burada həll edəcəyi bir şey yoxdur. Bir digər tərəfdən Fələstinlərə yenə dövlət sözü verilmədi. Reformlar həyata keçirilərsə, bilirsiniz, Avropa İttifaqı ilə Türkiyənin 1999-cu ildən bu tərəfə davam edən bir görüşmələr prosesi var. Reformlar həyata keçirilsə, Türkiyəni üzü qəbul edəcək. Mən çox bu xatırlayan kriteriyalarını xatırlatdı. Hansı reformlar, hansı maddələr əsasında, əgər Mahmud Abbas hökuməti və ya yeni qurulacaq texnokratik hökumət hansı reformları həyata keçirsə, Fələstin dövlət olacaqdır. Və bunun üçün də mən hesab edirəm ki, Həmas bunu qəbul eləməyəcəkdir və təəssüf olsun ki, Qəzzada yenidən qan axmağa başlayacaqdır. Yəni, bunun da səbəb odur, bu saydığı maddələri Fələstin xalqını qane etmir. Maraqlıdır ki, burada və bütün bunları hər kəs bildiyi halda, mən elə indi mətbuata da baxıram və dünya mətbuatında da ziddiyyətli fikirlər var, amma dünya liderləri bunu çox müsbət addım kimi dəyərləndirdi. Kazım müəllim, o dediyiniz məsələ, Rəşad müəllimin dediyi məsələ sizcə onların diqqətindən mi qaçıbdı? Yoxsa niyə onu belə uğurlu və həll edici hesab edirlər? Niyə belə qiymətləndirirlər? Bayaqki güclər məsələsi var ki, ABŞ bir gücdür və ABŞ-ın verdiyi qərarlarla bugün qərb liderləri əsasən razılaşmaq məcburiyyəti hiss edirlər özləri. Qərb liderləri yaxşı, aydındır. Bəs axı dəstək verənlər şərq liderləri? Şərq liderlərinə kim dəstək veribdir, ona açıq baxmaq lazımdır. Cənab Ərdoğan. Misir hökuməti. Cənab Ərdoğan orada şərq qoyubdur ki, Türkiyədə ən böyük istəyi odur ki, o da prosesə daxil olsun. Türkiyə hətta fərqi yoxdur. Amma siz dediyiniz argumentləri gətirə bilərdilər və deyə bilərdilər ki, bunu biz effektiv saymırıq. Amma bunları söyləmədilər. Şərt qoydu başqa mı? Şərt qoyaraq, yəni deyək ki, bugün İngiltərə kimi yanaşmır Türkiyənin indidən buna isti yanaşmırıq deməsi düzgün olmazdır. Çünki Hamas sözünü deməyib. Hamas nəsə desin ki, ondan sonra Türkiyə mövqe ortaya qoysun. Yenə deyirəm, Hamasın çıxış yolu yoxdur. Hamasın çıxış yolu, Hamas... Demək, ona görə də çağırmayıblar. İctimai təzyiqi... Ona görə də ona deyilməyib maddələr. İctimai təzyiq, beynəlxalq ictimai təzyiqdən qurtarmaq üçün ən azından və bunun bir oyun olduğunu ortaya qoya bilmək üçün ən azından bu 3 gün ərzində girovların bir qismini azad edib ilkin addımı atmalıdır. Və gözləməlidir ki, görə əks tərəf hansı addımlar atacaq. Bunun müqabilində İsrail tərəf artıq müəyyən ərazilərdən geri çəkilməsi baş verməyəcəksə, o zaman artıq o beynəlxalq oyunçular heç olmasa fərqli mövqelər ortaya qoymağa bacaracaqlar. Məqsəd odur ki, beynəlxalq oyunçuları ona qarşı çevirməklə qısa müddətli hərbi əməliyyat edib məsələni bitirmək. Qəzzanı yer üzündən silmək. Həmas da bunu bilir.
Hamas yenə deyirəm, Hamas bunu kifayət qədər yaxşı bilir. Ona görə də doğrudan da Qəzzada sülh istəyirsə, insanların ölməyini istəmirsə, ilkin addımı atmalıdır. Yəni onsuz da bu baş verəcəksə. Yox, özür istəyirəm. Yox, baxın. Sən ilkin addımı atandan sonra o məsuliyyət artıq düşəcək İsrailin üzərinə. Sən bu gün tam orada müddəaların içində elə şey var ki, ona əsas gətirə bilər ki, bunu etmədin. Yəni. Ona qalsa bilirsiniz necədir? Hamas bu gün desə ki, mən təkcə oluram. Bəli. Düzdürmü? Sabahları müharibəni davam etdirmək istəyən İsrail və yaxud da Amerika Birləşmiş Ştatları ora o jandarmiyaya ki aparacaqlar, kimi aparacaqlar, nə aparacaqlar, hansı qüvvə yığacaqlar, bir daxmaların birindən, bir nə bilim, bir binanın altından bir 50 dənə avtomat tapıb deyəcəklər ki, Hamas alladıbdı, sözünə əməl etməyibdi, silahı yerə qoymayıbdı, bunlar atdan silahla alırlar, yəni müharibəyə başlayırlar, ona görə biz də əməliyyatlara davam etdiririk. Demək, Anar mənim, bu doğrudan mı əməliyyatların legitimləşdirilməsi deməkdir? Bilirsiniz, gəlin əvvəlcə mən Kazım müəllim dediyi bir məsələyə fikir bildirmək istəyirəm. Çünki Hamasın tərəf kimi qəbulu ilə bağlı məsələdə Talibandan danışdı. Vaxtilə Əl-Qayda ilə də danışıqlar aparılırdı, amma bu o demək deyil ki, tərəf idi. Danışıq aparmaq və ya maddədə adını çəkmək, məsələn 4 maddədə Həmasla bağlı məsələlər deyilir, onun tərəf qəbul edilməsi deyil. Tərəf qəbul edilməsi yalnız o halda olur ki, tərəflə bağlı vəzifə, öhdəliklərlə yanaşı tərəfin hüquqları tanınır. Tərəfin sən bütün halda öhdəlik qoyub, amma heç bir hüquq tanımırsansa, o tərəf deyil. Tərəf indiki situasiyada İsrail və Amerikadır. Tərəf yalnız burada vasitəçi kimi Qətərdir. Bundan başqa hətta Səudiyyə Ərəbistanı, Türkiyə belə tərəf deyil. Hətta Fələstin administrasiyası belə tərəf deyil. Ona görə də görürsünüz, biz Fələstin administrasiyasından hazırki situasiyalarda hansı açıqlamanı görürük? Hamas buraxılmalıdır. Hamasın idarə etmədə iştirakı olmamalıdır. Hamas terrorçu təşkilatdır. Biz Mahmud Abbasdan bunu eşidirik. Nə üçün eşidirik? Mahmud Abbas çox gözəl anlayır ki, Qəzza ilə bağlı planlar başqadır. İndi isə gəlin icazənizlə mən bir məqamı... Nədir planlar? Onu da deyin. Belə onu deyəcəm. Öncə bir məsələni aydınlaşdıraq. Hamas nədir və kimə xidmət edir? Hamas məqsədli bilərəkdən İsrailə xidmət edir iddiasında deyiləm. Amma Hamasın yaradılmasından tutmuş, onun Qəzzada siyasi hakimiyyətə gətirilməsinə qədər, onun hərbi qanadının formalaşması və silahlanmasına qədər İsrail arxadan dolayısı olaraq onu manipulyasiya edərək ona şərait yaradıb, imkan yaradıb. Ona görə ki, həmin əraziləri ələ keçirmək üçün alət lazım idi ona, səbəb lazım idi İsrailə. Və bu aləti səbəbi oktyabr ayının 7-sində Hamas verdi. Hamasın atdığı addımlarla Fələstin xalqına Qəzza zolağı üçün hər hansı bir müsbət nəticə əldə olundu mu? Yox. Atılan addımlarda. Olmadı mı? Demək ki, sən kimin maraqlarına xidmət etdin? Yalnız və yalnız İsrailin. Düzdürmü? İndiki situasiyada, bax, bayaqları mənim hörmətli həmkarım Rəşad bəy çox maraqlı bir məsələyə toxundu. Fevral ayının 15-də belə bir razılaşma imzalanmışdı. Amma o razılaşmada Həmasdan daha çox İsrail pozdu o razılaşmanı. Nə üçün pozdu? Çünki Həmas hakimiyyətdən gedəcəyi ilə bağlı fikirləri qəbul edirdi. Bunu qəbul etmək olmaz. Elə bir situasiya yaratmaq lazımdır ki, hazırki şəraitdə Həmas getməyəcəyini bəyan etsin. Çünki İsrail Qəzza ilə bağlı planlarına nail olmayıb da. Hansı planlarına? Trump açıqladı. Qəzza zolağından Fələstinlilər köçürüləcəkdir. Nə üçün açıqladı? Çünki çox gözəl bilir ki, onu heç kim qəbul etməyəcək. Hətta adi bir Fələstinli uşaq da qəbul etməyəcək. Amma daha çoxundan danışırlar ki, daha azını səsləndirəndə şükür etsinlər. O dəqiqə qəbul etsinlər ki, hə, yaxşı, heç olmasa bununla. Hansı azı 20 mərdlik razılaşmada öz əksini tapıbdır. Qəzza zolağında idarə etmə Fələstin administrasiyasına belə verilmiş. Bugün də mi əslində dolayısıyla, yəni arxadan Həması İsrail idarə edir? İsrail idarə etmir, amma Həmasın addımları İsrailin maraqlarına xidmət edir bugün də. Kazım müəllim, siz də mi o fikirdəsiniz? Əvvəlcə onu qeyd Anar müəllim vurğuladı ki, Əl-Qayda ilə ABŞ arasında danışıqlar olubdu. Əl-Qayda ilə ABŞ arasında danışıqlar olubdu. Talibanla danışıqlar olubdu. Əl-Qayda sadəcə burada yəni bir müşahidəçi oldu. Hətta zalda belə olmadı Əl-Qayda nümayəndəsi. Yox, mən rəsmi görüşdən siz danışırsınız. Mən gizli görüşlərdən danışıram ki, gizli görüş olsa gizli olur. Yəni sadəcə onu deyim ki, çünki bu Talibanla keçən həyatın
kitabı var. Əfqanistanın Pakistan səfiri tərəfindən Pentagon yazılmış. danışıqlar aparırdı. Bu açıq məlumatdır axı artıq. Yox, burada o danışıqlar aparan şəxs odur. O belə vurğulayır ki, biz deyir təklif edik ki, Əl-Qaidə nümayəndələri iştirak etsin. ABŞ deyir qəti şəkildə rədd elədi ki, biz dedi Əl-Qaidə nümayəndə oturmayacaq. Sadəcə Talibanla oturacaq. Taliban getsin Əl-Qaidəyə çatdırsın. Yəni məsələ budur ki, yəni bu təbii ki, detay məsələdir, amma həmin Qətər vasitəçidir. Qətər kimin vasitəçisidir? Ya Qətər vasitəçidir. Və Qətər kimin vasitəçisidir? Yəni kimdən kimə ötürür məlumatı? Həması ötürür. Bunda Həmas, bəli, Həmasdan bir nümayəndə. Həmas deyir ki, məni qəbul etmirsinizsə, faktdan bir adam otursun. Mən burada basın köməkçilərinə biri getsin otursun. Və ya Fələstin Xarici İşlər Naziri getsin. Onsuz da BMT iclaslarına qatıla bilir bu şəxs. Və digər tərəfdən Həmasın... Niyə oturmur? Biz onu deyirik. Niyə oturmur? Çünki tərəf deyil də. Amerika Birləşmiş Ştatları icazə vermir. Yox. Tərəfdir. ABŞ icazə vermir. Onları gətirmədi. Onsuz da biz burada qüsurdan dayanıq. Qüsurlu plan niyə qüsurlu plandır? Çünki üçüncü tərəf yoxdur rəsmi olaraq. Rəsmi olaraq fakt qatıla bilər. Baxın, yəni diplomatik kodekslərə qatıla bilər. Və üçüncü tərəf olmadığı deyə bu biraz məcburiyyətdir. Əslində üçüncü də yox, ikinci tərəf olmalıdır Həmas. Yəni tərəfin biri ABŞ-la İsrail, digər tərəf isə olmalıdır Həmas. ABŞ burada bu deklarasiyadır. Demək olar ki, ABŞ və İsrail arasında bu razılaşdırılıb. Konkret olaraq bunu həm qərb dövlətlərinə qəbul etdirirlər, həmçinin ərəb ölkələrinə və Türkiyənin də bu planı qəbul edib. Ümumiyyətlə yaxın şərqin... Buyurun, bəli, buyurun. Çox üzr istəyirəm, çünki mövzu darıxmadan. Bir digər tərəfdən də ki, beynəlxalq vəziyyətdə Həmasın çətin vəziyyətdə qalmağı həmkarlar da doğru vurğuladı ki, bəli, Həmasın biraz yolu bağlanıbdır məsələdə. Çünki amma bir də belə bir şey var ki, Həmas beynəlxalq onsuz da beynəlxalq aləmin ona qarşı ciddi bir şəkildə qarşı durduğunu bilirdi. 2023-cü ilin oktyabrın 7-sində Həmas hücuma keçdi. 2023-cü ilin oktyabrın axırında artıq Həmasa qarşı dünyada çox böyük bir tepki var idi. Çünki bir neçə yüz sivil həyatını demişdi İsrailli və Qəzzada sonu görəməyən bir müharibə başlamışdı. Həmas onsuz da daha ağır bir beynəlxalq şəraitdə belə müharibəni davam etdirirdisə, bugün Həmasın vəziyyəti 2023-cü ilin oktyabrına görə daha yüngül vəziyyətdədir. Və belə olan təqdirdə Həmas müəyyən belə deyim ki, addımlar ataraq, məsəl üçün həmkarlarımızla vurğuladı. Bir neçə gün atəşi saxlayır. İsrail atəş açdıqda bayraq qaldırır ki, bax, mən atəş açmadım, mən atəş açdılar. Və ya da 5 belə deyim ki, əsiri buraxır, amma qarşı tərəfdə İsrail əsiri buraxmırsa, yenə bir problemlərə gəlir. Və ya Həmasa yaxın fikir adamları var, Girovu, əsiri yox. Ayrı anlaşdı. Girovu. Girovu. Digər tərəfdən və belə olan təqdirdə Həmas təklif edəcək və Qəzza xalqı adına belə bir təklif gələcəksə, biz hesab edirik, texnokratik hökumətdə bu adlar otursun, bu şəxslər olsun və beləcə texnokratik hökumətin formalaşmasına Qəzza xalqının rəyi əsas alınsın. Mən hesab edirəm ki, bu adları nə İsrail, nə ABŞ qəbul etməyəcək. Belə olan təqdirdə Həmas onsuz da beynəlxalq rəydəki biraz özünə qarşı fikirlər yumuşalda bilər. Yəni, yenə deyirəm, 2 il bundan qabaq daha ağır beynəlxalq şərait var idi Həmasa qarşı. Həmas yenə belə olan təqdirdə belə döyüşü davam etdirəcəkdir. Çünki bir də belə bir şey var ki, ABŞ ora əskər göndərməyəcək. Amma güc olaraq 2 il qabaqki Həmas deyil də, onu da nəzərə almaq lazımdır. Yəni liderlərinin 3 dəfə lider dəyişikliyi baş verib, öldürülüb, 20 minə yaxın özlərinin rəsmi rəqəm olaraq dedikləri döyüşçüləri öldürülüb. Yəni Həmas həminki gücdə olan Həmas deyil, amma üzr istəyirəm, İsrail tərəfindən davamlı şəkildə Qəzzanın bu şəkildə dağıdılması, insanlara bu şəkildə zülm verilməsi əslində orada radikalizmi artırır və Həmasın sıralarında olmayanlar belə istər-istəməz gedib Həmas tərəfində dayanıb İsrailə qarşı vuruşurlar. Bu nəticəyə təsir edirmi? Əsas məsələ bu. Qəzzanın dağılmasına aparır. Yəni heç bir nəticəyə təsir göstərmir. Bu nəticə etibarilə yenə də İsrailin planlarına xidmət edir axı. Bax, bunu aydınlaşdırmaq lazımdır. Bilirsiniz, mən bir məsələni demək istəyirəm. Bax, yenə hörmətli həmkarım deyir. Tərəfin hüquqları olur. İsrailin Həmasın hansı hüquqları var? Yəqin istəmir də olsun. Həmasdan söhbət edir. Fələstin xalqı. Tərəf Fələstin xalqıdır. Bəli, bax görürsünüz, mən onu dedim bayaqları ki, burada Fələstin administrasiyası ilə qəbul edilir. Otursun da. FAT otursun.
Yox, Amma qəbul edirəm də deyirəm ki, budur. nəinki Fələstin administrasiyasını Mahmud Abbası belə tərəf olaraq qəbul etmirlər. Qəzza ilə bağlı qəbul etmirlər. Ha, digər ərazilərlə bağlı demirəm. Qəzza ilə bağlı qəbul etmirlər. Çünki Qəzza ilə bağlı böyük planlarına çatmaq üzrədir İsrail. Hansı planlarına? Nəzarətə götürmək planlarına. O halda onu niyə gətirsin o hazır pirog kimi tezdən Mahmud Abbasa təqdim etsin? Bu qədər qırğınlar, bu qədər müharibələr baş verdikdən sonra bir də bir məsələni unutmaq olmaz. Trump həm İsrail, Həmas, həm Rusiya-Ukrayna müharibəsində ciddi fikir dəyişikliyini hansı səfərdən sonra baş verdi? Böyük Britaniya. Bəli, Böyük Britaniya kralı ilə görüşdən sonra bunu unutmaq olmaz. Yaxın Şərqlə bağlı Böyük Britaniyanın 100 illərdir planı var. Və bu planda İsrail başlıca roldadır. Baxmayaraq ki, İsraillə Böyük Britaniya siyasətində müəyyən ziddiyyətlər, toqquşmalar var. Amma böyük mənada, qlobal mənada Böyük Britaniya siyasəti Yaxın Şərqdə buna əsaslanır. Ərəb dünyası, Yaxın Şərq İsrail vasitəsilə nəzarətə götürüləcəkdir. Bir məsələni deyim, Benyamin Netanyahu ilə Trump arasında ötən gün Ağ-Evdə görüş oldu və həmin 21 maddədən ibarət 20 bu məsələ biraz mübahisəli idi. 20. Dünən BBC-də məlumat çıxmışdı 21, mətbuatın bir neçəsi yazmışdı ona istinadən deyil. Amma 20-dir. Zəng elədi, üzr istədi. Dohada keçirildi hərbi əməliyyata görə və təbii ki, bu Benyamin Netanyahunun daxili siyasi fiyaskosu kimi də qiymətləndirmək olar. Çünki oradakı Yahudi radikallar, sionistlər bunu Benyamin Netanyahu bağışlamayacaqlar. Bəlkə bunu uğurlu diplomatik geliş kimi diplomatik geliş. Bu bilirsiniz məsələ nədən ibarətdir? Amerika Birləşmiş Ştatlarında, İsrailin də, Qərbin də əsas planı ondan ibarətdir ki, Qəzzada Həmas tamamilə çıxarılmalıdır. Ona görə də o tərəf kimi qəti şəkildə qəbul edilmir. Orada Fələstinlər də köçürüləcək. Cəmi orada 200 min Fələstinli saxlanılması fikirləri var və kimin idarəçiliyində olacaq? Ola o İngiltərə, Böyük Britaniya, Tony Blairin niyə o seçilir? Çox maraqlıdır. Çünki uzun müddət İngilis Böyük Britaniyadır. Böyük Britaniyanın bəyaları dedi, Yaxın Şərqdə həmişə regionda Böyük Britaniyanın maraqları var. Niyə məhz Tony Blair? Tony Blair İraqa birbaşa dəstək verib. İslam düşməni kimi tanınan şəxsdir. İsrailin ən yaxın dostlarından biridir. Bir məsələndə deyim, Qətərin baş nazirinə Benyamin Netanyahu niyə üzr istədi? İstəməlidir, çünki ABŞ prezidenti onu məcbur etdi. Çünki Qətərdən bunlar qaz xətti çəkəcəklər. Qəzzadan, bəli, həmçinin oradan yeni bir dəhliz gedəcək, baharat dəhlizidir, orada Həmas olmamalıdır. Bir faktı da deyim, həm Qətərdən Suriyada xətt çəkiləcək, Türkiyə də buna razıdır. Tamaşaçılar da bilsin, bu Böyük Britaniya səfərindən sonra Trump'ın 2 gün sonra, cəmi 2 gün sonra Tony Blair birdən-birə Tony Blair'in birlikdə özünü təsis etdiyi bir institut var. Bəli. O institut birdən-birə bir təkliflə çıxış etdi ki, Qəzza zolağında beynəlxalq nəzarətin təmin olunması və Tony Blair də böyük məmnuniyyətlə o missiyanı öz üzərinə götürə biləcəyini belə arzuladı. Arzuladı və üstündən bir neçə gün keçəndən sonra da Trump sülh planı qoyur ortaya və Tony Blair'in də adı orada böyük hərflərlə həmin sənəddə qeyd. Rəşid Məmnundan heç biri, o bizim el dilində bir söz var, begafıl. Begafıl baş verməyibdir. Burada iqtisadi maraqlardır. Mən gələcək indi iqtisadi maraqlara. İndi əsas mövzumuz elə bu olacaq, amma reklamlardan sonra.
Müzakirəmiz davam edir və gəldik bu iqtisadi məsələyə çıxdıq. Sözsüz ki, biz bu məsələyə toxunacaq. Çünki mən düşünürəm ki, burada elə Rusiyanın da narahatlığının və yaxud da Rusiyanın da mövqe dəyişməsinin, bax bu yaxın şərqlə bağlı Netanyahunun mövqeyi və nəyisə sürətlə həll eləmək məsələsi dəhlizlər məsələsi ilə bilavasitə bağlıdır və bu məsələni xüsusilə vurğulayacağıq. Amma bir məsələ var və mən istəyirəm buna bir nöqtə qoyaq, məsələni bitirək keçək bu mövzuya. Çünki bu üç çıxış, həm Netanyahunun, həm Lavrovun, həm Paşinyanın çıxışı məncə avaz baxımından çox yaxın idi. Və əslində bu üç çıxışın üçü də birbaşa Çinin maraqlarına qarşıdır. Və bu da elə belə olmayacaq və niyə Çinin maraqlarına qarşıdır və Çin hansı addım atacaq, onu müzakirə eləyəcəyik. Bir Zoom bağlantımız da olacaq əlbəttə Hüsaməddin bəylə. Hüsaməddin bəy, xoş gördük sizi. Merhabalar, iyi günler, iyi yayınlar diliyorum. Tüm hocalarımızı muhabbetle selamlıyorum. Çox sağ olun. Hüsaməddin bəy, baxın, studiyamızda bir fikir ayrılığı yarandı ki, Rəşad müəllim dedi ki, biz o zaman Amerikada imzalanmış, yəni razılaşdırılmış o 20 bəndlik razılaşmanı uğurlu saya bilərdik ki, Həmas orada tərəf olardı və ən azından xəbərdar olardı nədən gedir söhbət. Anar müəllim də ciddi şəkildə bildirdi ki, Həmasın tərəf olması üçün heç bir əsas yoxdur və faktik Həmas... Yox, əsas yoxdan daha çox tərəf qəbul etmədilər. Etmədiklərini göstərdilər o, deməli, 20 bəndlik razılaşma adlandıraq, nə adlandıraq? Demək, onların rəyi maraqlı deyil Həmasın. Əlbəttə, Həmasın rəyi onlar üçün maraqlı ya eləməlidir, ya da eləməlidir. Elçi, bir daha təkrar edirəm. Beynəlxalq hüquq deyir bunu, mən demirəm. Deyir ki, tərəf olmaq üçün, müzakirə etmək üçün, əvvəla bərabər hüquqlu müzakirə aparmaq üçün güclər balansı ən azı bərabər olmalıdır, bir-birinə yaxın olmalıdır. Bərabər hüquqlu müzakirə aparmaq üçün. Amma bərabər hüquqlu olmayan müzakirələr də var ki, tərəflərin biri qalibdir, biri məğlubdur. İndiki situasiyada isə Həmas tərəf kimi qəbul edilmir. Çünki tərəf kimi qəbul edilmək o zaman baş verir ki, bir daha təkrarlayım, beynəlxalq hüquq deyir ki, tərəf kimi qəbul edilmək üçün öhdəliklərlə yanaşı, vəzifələrlə yanaşı hüquqları olmalıdır. Yəni, mənim tərəf olaraq filan hüquqlarım var. İsrail bu prosesdə tərəf olduğu üçün hüquqları var. Məsələn, deyir ki, filan özdə bəndlərdə açıq şəkildə göstərilir. Bunlar edilməlidir, tələblər irəli sürür. Həmasla bağlı heç bir hüquqdan danışılmır. Ancaq vəzifə qoyulur. 4 bənddə adı çəkilir, bəyəqlər hörmətli həmkarımız dedi, yadından çıxdı. Orada tərəf kimi adı çəkilmir. Ancaq üzərinə öhdəlik qoyulan kimi, yəni bu vəzifələri yerinə yetirməlisən, bunun kimi adı çəkilir. Onun heç bir hüququ tanınmır. Fevralda tərəf kimi bir sazişə imzaları var. Ateşkəs sazişinə. Hamasla İsrailin. Hamasla İsrail. Yəni indi də əgər doğrudan sülhdən söhbət gedirsə, yenə də Hamasla bu və ya digər şəkildə əvvəldən məlumatlandırılma həyata keçirilməli idi. Hamas məğlub olmayıb ki, döyüşdə. Keçirilməli idi, başqa şeydir. Mən demirəm keçirilməməli idi və yaxud da onun tərəf kimi qəbul edilməməli. Deyirəm ki, hazır ki, sənəddə o tərəf deyil. Mən bunu ifadə edirəm. Ona görə deklarasiyadır. Hüsaməddin bəy, siz nə düşünürsünüz? Ədalətlidirmi bu razılaşma? Benim düşüncem şudur, yani şimdi baktığımız zaman gerçekten de bu, yani Trump'la Netanyahu'nun Oval Ofis'te bir araya gelerek bir müzakere yapıp ve nihayetinde böyle bir planı ortaya koyması aslında öncelikle Gazze halkının bir başarısıdır. Çünkü direnmişlerdir. Her türlü açlığa rağmen, kıtlığa rağmen, bombardımana rağmen büyük bir zafer kazanmışlardır. Ama bu zaferin en önemli aktörü de Hamas'tır. Çünkü Hamas olmasaydı, yani bu direnişi doğrudan örgütlemeseydi, bu başarı kesinlikle oluşmazdı. Çünkü biliyorsunuz savaşın başladığı ilk dönemlerde aslında İsrail'in istediği şey Hamas'ı tamamen bölgeden çıkartmaktı. Tünelleri ele geçirmekti ve kara hakimiyetini özellikle Gazze şehrinde sağlamaktı ve bunların hiçbirisini İsrail başaramadı. Ve bu başaramamasının arkasındaki en önemli aktör Hamas'tır. Ve bundan önceki mesela ateşkes süreçlerinde de doğrudan Hamas'la İsrail hükümeti müzakere yürütmüştür ve anlaşmanın altına 19 Ocak'ta imza koymuştur. Dolayısıyla burada Hamas'ın mutlaka bir taraf olması gerekiyor. Ve burada maalesef ki yani İsrail'in özellikle işte elindeki medya gücünü kullanarak Hamas'ı illegal bir örgüt olarak göstermesi, bir terör örgütü olarak göstermesi de tamamen bir manipülasyondur. Çünkü baktığımız zaman 2005-2006'da terör teşkilatı değil Hamas yani, özür dilerim. Aslında
Batı'dır. Hüsamettin Çünkü Bey, Batı'da- Anar müəllimin sualı var. Türkiyədə yox. Muhakkak, Hamas buyurun, terör buyurun. təşkilatı Anar deyil, daxil olur, dinc insanları, yüzlərlə insanları qətl edir və onları girov götürür. Bu terror təşkilatı Bəs deyil. İsrail də Fələstində İsrailin terrorundan danışırıqsa, İsrail terrorundan danışa bilərik. Söhbət indi Həmasın terrorundan danışırıq ki, Həmas terror törədib, törətməyib, terror törədibdir. Bunun adını demək lazımdır. Amma sonra İsrail ona cavab olaraq dinc sakinləri, körpələri qətl etdi mi? Etdi. Bu ayrı anlayışdır. Bu Həmasın terrorçu olmasına necə deyim, Haqq qazandırmır. haqq qazandıra bilməz. Ondan əvvəl axı İsrailin etdiklərinə də baxaq axı. Və İsrailin Səməd bəy, çox üzr istəyirəm, sizə bir bayaqları çox maraqlı bir fikir işlətdiniz. Dediniz ki, Həmas xalqı, Qəzza xalqının və Həmasın böyük qələbəsi idi bu razılaşma, Bəli. düzdürmü? Mən sadəcə soruşmaq istəyirəm. 2023-cü il oktyabr ayının 7-sində hücuma qədər Qəzzada İsrailin təsir imkanları, Qəzzaya müdaxiləsi və ya Qəzzanın idarə etməsi kimin əlində idi ki, deyək ki, Qəzza xalqı və ya Həmas daha çox nəticələr əldə etdi. Məsələn, 2023-cü il oktyabr ayının 6-sına qədərki ilə müqayisədə indi bu razılaşma hətta həyata keçərsə, bu razılaşma Qəzzaya, Həmasa, Fələstin administrasiyasına hansı üstünlüyü verəcək 2023-cü il Yaxşı oktyabr sualdır. ayının 6-sına qədərki ilə müqayisədə? Nə qazandı? Amma O 7 bitirdi. oktyabrda Əksinə itirdi. Həmas strateji səhvə yol verib, İranın məhz təlimatı ilə, diktəsinə o hücum həyata keçirilib. İran da məqsədi ondan ibarət idi ki, özünə gələn hücumları tamamilə kənarda həyata keçirsin, Həmas, Hizbullah bu istiqamətdə. Yəni Həmas çox strateji cəhətdən səhvə yol verir. Amma Həmas terror təşkilatı deyil, Həmasın xeyr deyil. Hüsamettin Bey, sual əslində sizə idi. Məhəmməd müəllim dedi ki, deyil. Deyil, yoxsa terror təşkilatıdır. Bir, ikincisi nə qazandı? Birinci sorudan başlarsak müsaade ederseniz ben Hamas'ı kesinlikle bir terör teşkilatı, terör örgütü olarak görmem. Neden görmem? Tabii bazı yöntemlerine katılmayız. Geçmişte mesela yani ne bileyim bir takım intihar bombacılığı da yapmış olabilir ya da bu 7 Ekim'de yaptığı hani rehineleri kaçırması da hani doğru kabul edilmez. Ama bir örgütün yani uluslararası anlamda terör örgütü diye tanımlanması için mesela bir DAEŞ gibi, IŞİD gibi, işte PKK gibi ya da farklı yani örgütsel veya Ermeni terör örgütlenmelerinde olduğu gibi dışarıya yönelik bir saldırı ihracatı olması lazım. Mesela Hamas'ın Fransa'da yaptığı bir saldırı yoktur. Amerika'da bir saldırısı yoktur. İsrail'e Başka yaptılar, Afrika'da yoktur. Yani olmamıştır şimdiye kadar. Ben yani razıyım ben. Ben hani tamamlayayım isterseniz. Rəşad müəllim, terror da terror deyil. Bircə dəqiqə Hüsamettin müəllim bu məsələyə cavab. 2 həftə qabaq da burada Bəli. mövqeyimi dedim və dedim ki, istənilən halda İsraili sən dövlət olaraq tanımaya da bilərsən, Aydın. onun ərazisini öz ərazin olaraq da hesab edə bilərsən. Sən hətta öz ərazində belə qadını, uşağı girov götürürsənsə, sən terrorçusun. Hüsamettin bəy, tərəflər bölündü. Evet. 2 nəfər deyir terrorçudur, 2 nəfər terrorçu deyil deyir. Qələbəsi nə oldu? Yaxşı. Leyla şöyle söyleyelim Elçin Hocam. Hani biz burada hani hocalarımız yanlış anlamasın ama yani biz burada mesela hani çok konforlu ortamda elimizde çaylarımız kahvelerimizle bir tahlil yapıyoruz. Aha. Ama şimdi burada baktığımız zaman biz ta 100 yıla kadar giden bir zulümden bahsediyoruz. Bəli. Yani düşünün 1917'de Balfour Deklarasyonuyla işte İngiltere'nin bu coğrafyayı hedef göstermesi ve Yahudilerin peyderpey buraya gelip burayı bir vatan edinmesi ya da buraya yerleşmesi ve yerleşmesi etrafında mesela 1933'te çıkan o Arap-İsrail çatışması, akabinde 47'de İngiliz mandasının bitmesi, 48'de İsrail devletinin kurulması ve o günden bugüne girilen işte o 3 tane büyük savaşta hezimetin olması ve bu hezimetler neticesinde de halkın peyderpey devlet tarafından sistematik bir işkenceye tabi tutulması var. Yani mesela ben şunu yani ikinci soruya cevap olarak da şunu söylemek isterim. Yani Hüsamettin Bey, katılmıyorum. Bir məsələ. Biz Azərbaycan olaraq 1920-ci ildən başlayaraq bütün mümkün siz dediyiniz o cəhənnəmi və zülmü də özümüzdə yaşamışıq.
Torpaqlarımız da 1905-dən başlayalım. Metro partlayışından tutmuş, nə desəz terror mən indi olur. hələ müstəqillik qazandıq və onun müstəqilliyimizin əldən alınmasından tutmuş, Xocalı soyqırımına qədər, metro partlayışlarına qədər bütün hər bir şey elədik. Amma biz terrorla cavab vermədik heç kimə. Bəli. Nə İrəvan şəhərində terror eləmədik, nə xaricdə yaşayan bir erməniyə qarşı. Bütün bu illər ərzində... Hətta torpaqlarımızda da Çünki biz etmədik. İşğal altında olan dövlət çünki biz torpaqlarda da. dövlət idi. Yox, aydındır biz dövlət Amma idik. Fələstin xalqı dövlət qurmuyor bax. Demək terrorçu Mən olmalıdır. demirəm terrorçu. Həmas elədikləri səhv idi. Yəni, Təbii bax ki, belə, olmaz. yox, mən aydındır. Mən indi heç kimin tərəfini tutmaq istəmirəm. Yəni, Hüsaməddin bəyə mənim çatdırmaq istədiyim budur ki, biz də heç də Fələstindən az zülm görməmişik. Bəli. Və siz bugün deyirsiniz Qəzza darmadağın olubsa, Ağdam da darmadağın olmuşdu. Və məncə Ağdam oradan böyükdür ərazicə. Bəli, Qəzzada. Əlbəttə. Dağılan Yox, ərazisi. ərazicə böyük deyil. Əhali sayda böyük deyil, amma bir şəhərimizi yox. Tək bir şəhər yox. Bizim yüzlərlə şəhərimizi və kəndimizi yer üzündən sildirər. Mən Ermənistan ərazisində demirəm. Xankəndidə separatistlərə qarşı bir terror həyata keçirdikmi? Keçirə bilərdikmi? Dəfələrlə edə bilərdik. Bizim haqqımız da var idi. Tabii buna şunu Biz söyleyebilirim. dövlət Tabii yox, ki, biz hər hani ben zaman şunu zaten Yaxşı, biz dövlət idi, bir terror təşkilatı yaranardı. Niyə yaranmadı? Dövlət imkan verə bilməz öz Yox, silahlı xalqın qüvvələri özündə var. yoxdur terrorçuluq. Təbii ki. Hətta təbii bizim ki, amma difai Fələstin təşkilatını bugün terrorçu kimi təqdim eləmək istəyənlər var. Amma o terrorçu təşkilat deyildi, o mübarizə təşkilatı idi. asimetrik cavab verir. Bəli, yəni bunlar ayrı-ayrı anlayışlardır. Fələstində baş verənlər İsrailin bu hərbi cinayətlərinə, terroruna asimetrik cavab verirlər. Aha, Evet, bu Amma belədir. məsələ Buyurun, bundan Səməddin ibarət. bəy. Fələstin İndi dövləti- maraqlıdır. Cavab olarak- 7 oktyabra qədər əlində nə var idi Həmasın və Qəzzalıların? Obyektiv İndi deyirsiniz planla qələbədir, indi nələri var? Nəyi qazandılar? Şimdi yani ben aslında olayı şöyle düşünmek lazım. Hani ben Anar Muallim'e şu açıdan katılmıyorum. 6 Ekim'e kadar her şey çok güzeldi, yolundaydı. Hani süt limandı Evet, ama evet. birdenbire işte İran'dan destek alan işte Hamas çıktı, böyle bir huruşta bulundu ve bugünkü sonucu getirdi demek bence doğru analiz olmaz. Neden olmaz? Çünkü baktığımız zaman öyle bu söz demedim 100 yıllık dönem içerisinde peyderpey zaten Filistin yok ediliyordu. Yani bu soykırım yapılıyordu ama küçük çaplı bir şekilde yapılıyordu. Düşünün yani Gazze dediğimiz yer dünyanın en büyük bir hava açık hava hapishanesi haline dönüştürülmüştü. İnsanların buradan işte çıkışları yasaktı, girişleri yasaktı. Hapishane dağıtıldı, Her türlü kapılar imkanları, açıldı. çalışma imkanları Hüsaməddin yoktu. bəy, sual oldu. Deyir qapılar açıldı mı? Həstane Nasıl, şimdi dağıdıldı mi? mı? Hayır şimdi açılmadı ama şu oldu en azından yani bütün dünya artık Filistin davasının ne olduğunu yani İsrail'in aslında o soykırımcı yapısının ortaya çıktığını ve bir şekilde Amerika'nın ve Avrupa'nın bu anlamda yani soykırıma ortak Aha. olduklarını ve ikiyüzlülüğünü ortaya çıkartmış oldu. Deməli, Yani Fransa mesela bildi. düşünün ben Deməli, Türkiye açısından da mesela bunu değerlendirmek isterim. Mesela ben her şeyi objektif görmeye çalışıyorum. Ben- Daha biliyorsunuz 7 Ekim'den bir ay önce 2013'te Sayın Cumhurbaşkanımız Birleşmiş Milletler'inde Türk evinde Netanyahu ile bir görüşme yaptı. Ve eğer 7 Ekim hadisesi olmasaydı Türkiye yani özellikle o Leviathan gazı denen İsrail gazının işte Güney Kıbrıs'tan çıkması bekleniyordu. Bunu Kuzey Kıbrıs üzerinden Türkiye üzerinden Avrupa'ya ulaştırmak konusunda ve Doğu Akdeniz'deki enerji hakimiyeti ilgili bir görüşme yapıyordu. Yani demek istediğim şu ki bu 7 Ekim olmasaydı gerçekten Filistin davası unutulmuş bir davaydı. Oradaki bir halk yani zaman içerisinde tedricen yok edilmekle karşı karşıya kalmıştı. Yani dolayısıyla ben burada bir de tabii ki Hamas'ın aldatılmışlığından da söz etmek istiyorum. Yani burada Hamas'ın yaptığı her şey doğru değil. Ben tüm eylemlerinin doğru olduğunu düşünmüyorum. Ama mesela benzer bir durum şu. Mesela Türkiye'de, mesela siz Azerbaycan örneğini verdiniz ki Azerbaycan da Türkiye'de asil iki millettir. Devlet geleneği vardır. Devlet aklıyla hareket eder. Bunu hani Hamas'la ya da Filistin'le mukayese etmek hani Azerbaycan'a ve Türkiye'ye aslında hakaret ya da haksızlık olur diye bakmak isterim. Mesela biz Yox, mən başqa şey demək istəyirəm. Sovet dövründə Azərbaycan dövləti yox idi. Amma xalqın içindən bir terror təşkilatı da çıxmadı. Çünki bizim o Tabii, mahiyyətimizdə yoxdur.
Bilirsiniz? Tabii, yəni tabii. mən gördüyümüz faciə də heç də az deyil. Biz burada mən bax diqqəti həm də buna cəlb eləmək istəyirəm Tək ki, Azərbaycan xalqı deyil, Türkiyə xalqı, qardaş xalqımız, dövlətimiz ben ona geləcektim. 10 illərdir PKK-nın terroru ilə üzbəyüzdür. Bəli. Bu günə qədər bir dəfə Türkiyə dövlətini qoydum qırağa. Türkiyə xalqının içindən PKK üzvlərinə qarşı bir terror hadisəsi eşitdik mi, Xeyr. gördük mü? Görmədik. Əlbəttə. Ama ben buradan farklı bir noktaya getirmeye çalışıyorum. Hangi faaliyet terör örgütüdür diye değerlendirmek lazım. Mesela ben bir örnek vereyim. Mesela o zaman Anar Muallim hadisede bana hak verecektir diye düşünüyorum. Mesela bizim Türkiye'nin milli mücadele yıllarını düşünelim. Yani o dönemde mesela işte Osmanlı Devleti içerisinde bir teslimiyetçilik oluşmuş. İnsanların büyük çoğunluğu yani işte Amerikan mandalığına mı sığınalım yoksa İngiliz mandası mı olalım diye mesela bir şekilde hani düşünürken orada Mustafa Kemal Atatürk gibi bir lider çıkmış ve halkı kendisine inandırmış ve kitleleri arkasında sürükleyerek aslında o Kuvayi Milliye Hareketi'ni düzenli bir orduya çevirmiş ve ondan sonra İstiklal Muharebesi'ni kazanmış. Şimdi velev ki mesela diyelim ki hani tarihte böyle bir şey olmaz ama olmayana ergi. Mesela Mustafa Kemal Allah korusun başarılı olmasaydı bugün de Kuvayi Milli Hareketi bir terör örgütü olarak tanımlanabilirdi. Çünkü yaptığı faaliyetler Mesela bu tarihi gelin sonra danışır. Nəyə razısınız? Saməddin bəy, üzr istəyirəm. Mən tarixçiyəm, yaxşı, bir dəqiqədə. Anar müəllim, buyurun. Tarixi məlumatları bilin sonra. Bu Şərqi Anadoluda başlanan bu hərəkat Mustafa Kemal Paşanı da paşa eləyən, bu hərəkatı da hərəkat eləyən Kazım Qarabəkir Paşadır. Düzdürmü Saməddin bəy? O öz ordusuyla, öz kol ordusuyla gəlib biz sizin ixtiyarınızdayıq paşam deyərək bu həbsə gedəsi, öldürüləsi, edam olunası bir şəxsi general edərək, paşa edərək, hərəkatın lideri görərək bu hərəkatı başlatdı. Hansı terror hadisəni törətdi? Siz ermənilərlə bağlı məsələni deyirsinizsə, orada heç bir erməniyə qarşı terror törədilmədi. Tam əksinə, Şərqi Anadoluda erməni terroruna qarşı bir mübarizə apardı. Orada terrorçular qətlə yetirildi, öldürüldü. Bunu terror adlandırırsınız. Məğlub olsaydı terrorçu olacaqdı. Niyə terrorçu olmalıydı? Yəni uşaq götürülmədi, qadın götürülmədi. Əlbəttə. Məhəmməd mənim də deyir, düz deyir. Məhəmməd mənim tarixi məsələləri biraz... Yox, nə bilirsiniz? Siz nə əsasən deyirsiniz, yaxşı? Sizin yanaşmanız səhvdir. Mən deyirəm ki, oradakı Qəzzada... Qəzziyə qədər Atatürk məsələsini. Atatürk məsələsini ki, hərəkat onda terror təşkilatı ola bilər. Bəli, həmin vaxt əgər Atatürk məğlub olsaydı, Saməddin elədi. Atatürkün də fəaliyyətinə terror təşkilatı... Niyə qardaş izah etdi? Mən deyirəm, axı əsaslandırdım yəni. Mən də əsaslandırıram ki, Həmas terror təşkilatı deyil. Həmasdan danışmırıq. Eyni uyğun apardı. Azadlıq hərəkatı, deyirəm azadlıq. Həmasın da apardığı mübarizə... Həmas girir qadını, girovu, uşağı öldürür, girov götürür. Ondan əvvəl İsraildə eləyib. Deyirəm ki, İsrail eləyib terrorçudur. Sən terrorçusun. Biz Ermənistana deyirik, Ermənistan terror dövlətidir, amma biz terror etmədik. Bəli. Sən də deyir ki, İsrail terror dövlətidir, amma terror etmə, sivil mübarizəni apar. Təbii ki, mən də deyirəm ki, Həmas bu günləri... Yox, Həmas bu günlər terror təşkilatı. Mən deyirəm ki, 7 oktyabrda onu həyata keçirdi. Hərbi cinayət elə terror konkret olaraq İranın diktəsini həyata keçirdi. Kimin diktəsi ilə? Kimin diktəsi ilə? Saməddin bəy sizdən də östürəm. Mən keçən dəfə də mübahisənin bu yerində dedim fikrimi yenə təkrar eləmək istəyirəm. Prinsip etibarilə Həmasın terror təşkilatı ya müqavimət hərəkatı olmasının böyük ölçüdə heç bir fərqi yoxdur bu gün konkret hadisəyə münasibətdə. Söhbət nədən gedir? Hətta Həmas terror təşkilatı olmasa belə, Həmas milli müqavimət təşkilatı olsa belə və yaxud da elə terror təşkilatı olaraq bir hadisə törədibsə, buna görə bütöv bir toplumun, bütöv bir millətin cəzalandırılması baş verməməlidir. Bu günləri İsrail bütöv bir millətin cəzalandırılmasını həyata keçirir. Başa düşürsünüz, söhbət ondan gedir. Yəni bu günləri konkret Həmasdan söhbət getmir. Amma bayaqları Saməddin bəy dedi, əslində Anar bəyin verdiyi sual o şəkildə idi ki, demirdi 6-sına qədər hər şey yağ bal içində olub, hər şey əla olub. Təbii ki,
problemlər Mühasirədə olub. Təbii ki, saxlayıb. yenə də Qəzza insanları əziyyət çəkiblər və s. və ilaxır. Amma 7-sinə qədər baş verənlərlə bugünkülərə baxanda bu gün daha çox əziyyət çəkdilər. Və deyir qələbədir. Daha çox insan Ona görə sual öldü, verdim. daha çox uşaq öldü, daha çox infrastruktur dağıldı. Yəni o baxımdan 7-sinə qədər olan vəziyyətlər Rəşad daha müəllim, üzr ağır istəyirəm. bir O dövr 20 baş verdi. maddəlik şərtlər ki var, 20 maddə var. O Həmasın və yaxud da Qəzza xalqının deyək, qələbəsi adlandırmaq olarmı? Əgər İsrail qoşunları ərazilərdən tam çıxarılacaqsa, Aha. əgər Lap tutaq ki, çıxarıldı. Ərəb ölkələrinin də iştirakı ilə orada yaşamaq üçün normal şərait yaradılacaqsa, Tutaq ki, bu da oldu. bunlar baş verəcəksə, Qəzza xalqı qalibi hesab alır. Qəzza xalqı öz hüquqlarını müdafiə eləyib, qalıb, qoruya bilən xalq olaraq Qardaş. qalib hesab olunacaq. Aha, yenə də- aydındır. Amma problem ondadır ki, baxın, mən bayaq da dedim, yenə deyirəm. Yox, bizə dəqiqə, biz ən Baş yaxşı verməyəcək. yox, mən demədim baş verəcək. İdealı götürürük. İdealda. İdealda mən də deyim. Mənim hörmətli həmkarım deyir ki, bu Qəzza xalqının qələbəsi olacaqdır. Bəli. 6 oktyabra qədər Qəzza xalqını pis, yaxşı idarə edən Qəzza xalqının seçdiyi idi. Aha. İndi isə təyin olunanlar olacaq. Və kim? Tony Blair tutar. Kim? İsrailin marağına xidmət edənlər. Bu bir, ən əhəmiyyətlisi. İkincisi, İsrail ordusunun oradan çıxması Qəzzanın müstəqilliyi demək deyil. Qəzza müstəqilliyini Bəli. artıq itirdi, çoxdan itirdi. Mən Qəzza insanlarının ölümünün qarşısının alınacağını Hə, yalnız onu. Rifah baxımından bu qələbədirmi? Qəzzadan köçürülməməsi baxımından danışıram. Baxın, Qəzzanın tamamilə boşaldılmaqdan söhbət gedir. Ona görə deyil, ikisini göstərdilər ki, Azını istədilər ki, bəli, daha azını tələb edildi, azından razılaşmalı olsunlar. Gəlin Gəlin. reklama baxaq, reklamdan sonra müzakirəmiz davam eləsin. Biz davam eləyək müzakirəmizə. Əslində reklamlara siz baxdığınız müddətdə də studiyamızda müzakirə davam edirdi. Məsələ həqiqətən də çox ziddiyyətlidir, amma bir şey lazımdır ki, bizi narahat edən məsələ odur ki, Qəzza insanları rahat yaşaya bilsin. Rahat yaşaması üçün də onun hüquqlarının tanınması lazımdır. İndi məsələ belədir ki, və sual da belədir ki, bu qurulacaq yeni idarəçilik Tony Blairin rəhbərliyi ilə həqiqətən də Qəzza cəmaatının rifahına nail olacaq. İnanırsınız buna Hüsaməddin bəy? Evet, ben şimdi şuradan başlayalım. Yani gene orada Ben Volski'nin Qarabağ idarələməsini oxşatdım. Tahlillerin doğru bir şekilde yapıldığı kanaatinde değilim. Yani şimdi biz orada lütfen kendimizi Gazze'de ya da Batı Şeria'da yaşayan bir Filistinli olarak bir an için empati kuralım. Elçin Bey, doğru cevabı buradan biliriz. Yani insan odaklı. Bakın, yani bir yerden mesela baktığınız zaman Batı Şeria'da biliyorsunuz farklı İsrail yerleşimleri var. Bir yerden bir yere giderken checkpointlerden geçerek, kontrollerden geçerek 1 kilometrelik yeri 10 kilometre dolanarak gidiyorsunuz. Hiçbir özgürlüğünüz yok. Ve burada birkaç sene önce biliyorsunuz Sayın Cumhurbaşkanımız Birleşmiş Milletler Kürsüsü'nden ne dedi? Ya bu işte yani sınırları belli olmayan bir devlet var etrafımızda. Yani İsrail'in sınırları nerede başlıyor, nerede bitiyor? Bakın bugün Lübnan'a saldıran, İran'a saldıran, Irak'a saldıran, Suriye'ye saldıran, Yemen'e saldıran bir ülke var. Ve dolayısıyla zaten inanın 7 Ekim olmasaydı Elçin Bey mutlaka İsrail bir şekilde öyle ya da böyle Gazze'ye saldıracaktı zaten. Yani bunun yani bir şey yok. Yani İsrail devleti için bir gerekçeye gerek yok. Yani Amerika'da
İşte özellikle Donald Trump'tan ciddi bir destek gördü. Yani Siyonist lobinin özellikle güçlü bir desteğini alan Netanyahu var ve kendi hükümeti içerisinde sıkışmış, işte yolsuzluk davaları olan, işte daima zayıf hükümetlerde yönetilen ve işte halkını bir arada tutabilmesi için ortak bir düşmana ihtiyacı olan bir şey var. Görürsün ne güzel bir Nedir? Nece? Netanyahu hükümeti var. Bir de baktığımız zaman şunu da görmemiz gerekiyor. Yani geçmiş dönemlerde de mesela 40 gün, 50 gün, 20 gün, 10 gün süren saldırılar var ve bunlar sebepsiz yere. Yok oradan bir tane füze geldi, yok buradan işte bir tane sinek uçtu filan diye saldırı yapan bir İsrail var doğrusu. Ve kendisini devamlı güvenliksiz olarak görüyor ve halkına da bunu bir şekilde aşılamaya çalışıyor. Yani dolayısıyla bu saldırıyı eğer yani yapmasaydı, Hamas yapmasaydı mutlaka İsrail tarafı yapacaktı ve bu genişleme arzusunu ki Suriye'de yeni bir düzenin kurulduğu bir dönemde Orta Doğu'yu yeniden dizayn etmek üzere mutlaka yapacaktı. Şimdi bir boyutuyla da demin benim yani üzerinde durduğum bir konu var. Mesela Türkiye'de de yani orada hocalarımız da ifade ettiler. Yani 40 yıldır süren bir PKK terör örgütü var. Böyle ve biz var. 40 binden fazla insanımızı kaybettik. Evet. Ama mesela burada batılı güçler bunu değerlendirirken işte PKK'lıları yani bizim batılı dostlarımız dediğimiz ülkeler bir özgürlük savaşçısı, bir direnişçi ya da işte özgürlüğü korumaya matuf çaba içerisindeki kişiler gibi görmeye, göstermeye çalıştılar. Şimdi düşünün burada Elçin Hocam bakın yani sizin ülkeniz haksız yere nahak bir şekilde işgal edilmiş, ilhak edilmiş ve sizin hakkınızı savunan hiç kimse yok ve bölgedeki Birleşik Arap Emirlikleri, Suudi Arabistan, Körfez ülkeleri dahil olmak üzere mesela işte İsrail'de normalleşme sürecine, Abraham anlaşmalarına girmeye başlamışlar. Bakın yakında Suudi Arabistan da bunun bir parçası olacak. Şimdi dolayısıyla böyle bir ortamda Filistin artık kendisini yalnızlaştırılmış hissetti. Ve dolayısıyla dediğim gibi bu soykırım yani mesela toplu bir şekilde 30-40 bin kişinin hayatını kaybettiği bir soykırım olmamakla beraber her gün 10 kişinin, 20 kişinin, 30 kişinin hayatını kaybettiği saldırılar şeklinde gelişti. Ve insanlardaki en zor şeylerden birisi de hani siyaset psikolojisi açısından Elçin Hocam, insanların daima bir tetikte olma, teyakkuzda olma durumu Hüsamettin çok Bey, zordur. PKK-nın Evet. terrorçu olduğunu ve hansı faciələr törətdiyini Azərbaycan bilir. Amma onu Tabii bilməyən ki. Avropa hər zaman ona dəstək verirdi və elə onun üçün də yaradılmışdı. Bugün özündə də o dəstək var. Bilmeyen yok, bilirdi ama marağına hizmet ediyor. Təbii ki, ona xidmət edirdi. Eyni hadisə Şimali İrlandiyada baş verəndə respublikaçılara o terrorçu dedilər. Hələ heç onlar bu qədər iş törətməmişdilər. İspanya'da terörçü dedi. İspaniyada terrorçu dedilər. Halbuki onlar heç biri PKK qədər cinayət törətməmişdi. Heç bir faizini bəlkə törətməmişdi. Bəlkə götürsək, yəni miqyasda. Çünki 40 il bütövlükdə Türkiyəni təhdid altında saxladı. Minlərlə insanın ölümünə səbəb oldu PKK. Və Azərbaycan üçün həm də bu məsələ ona görə gün kimi aydındır ki, bizi 30 il təhdid altında saxlayan, separatizm yaradan, silahlı qüvvələri ilə Azərbaycan ərazisini işğal edən Ermənistanı da sülh və yaxud da nə bilim humanitar bir mədəniyyətin keşikçisi kimi qəbul edirdilər, elə indi də edirlər. Bütün hərbi cinayətlər etməsinə baxmayaraq. Dövlət səviyyəsində cinayətlər törədildi, heç bir onların üzünə oxunmadı. Əksinə, sivilizasiyanın beşiyi deyib, Roma papasından tutmuş hamısına qədər gəlib orada ağlayıb, hələ bir özləri üçün uydurduqları abidənin önündə də bir göz yaşları tökürdülər. Bizim üçün bunlar çox aydındır. Bu haqsızlığı, Evet. bu ikili, beşli standartları biz artıq 30 ildir görmüşük. Uşağımızdan böyüyünə qədər. Və bunu Azərbaycan prezidenti BMT-nin tribunasının elə belə demədi ki, dünyaya biz elə bir ədalətli sülh istəyirik ki, orada bir neçə standart olmasın. Yəni biz bunun acısını çox gözəl bilirik. Tabii Bizim ki. üçün bunlar Tabii ki. və eləcə də Qəzza cəmaatının, Qəzza əhalisinin, Qəzza xalqının yaşadıqlarının nə olduğunu da çox gözəl anlayırıq. Amma bizim bugün müzakirə etdiyimiz bir məsələ var və bu məsələni də hər kəsin bilməyi vacibdir ki, orada heç kimə, nə Həmasa dəstək verənlərə, nə digərlərinə, nə Qəzza lazımdır, nə Qəzza cəmaatı lazımdır. Təəssüf. Enerji layihələri məsələsidir, dəhlizlər məsələsidir və elə əslində Rusiya-Ukrayna savaşında da dəhlizlər məsələsinin uzaq bir hədəfdə görürük və elə belə deyil ki, mən elə bu məsələni buna gətirmək istəyirəm. Paşinyan durduq, niyə?
güya dünənə kimi sülh tərəfdarı olan Paşinyan birdən-birə Zəngəzur sözün bunu belə qıcıqlandırdı. Yəni, nə adlandırılmasından asılı olmayaraq və niyə Azərbaycan prezidenti ona aydınlıq gətirməli, mən bunu başa düşə bilmədim. Ardından özün də deyirsən ki, Trump layihəsi bizlə Ermənistan, Amerikanın arasında olan işdir. Tamam da gedin işinizi görün o zaman. Vaxtı baxında işinizi yerinə yetirin. Boş bəyanatlar verməyin. Niyə? 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 Bax, gəlin deyək, Paşinyan hansı oyun oynayır? Niyə bunu Moskvadan gedib New York'a çatar-çatmaz dediyi bu oldu? Nə dedilər Moskvada ona? Yəni, baxın, burada Moskvada nə deyilməsindən daha çox Paşinyanın bunu seçki öncəsi daxili auditoriyaya hesablanmış addımı kimi də dəyərləndirmək lazım. BMT-dən daxili auditoriya? Fərqi yoxdur, harada olsan ol. Sən orada çıxış edirsənsə, bundan sənin rəqiblərin daxildə mütləq şəkildə istifadə edirlər. Mən bunu elə soruşmadım. Düz ondan 2 gün qabaq keçirilən tədbirdə, üzr istəyirəm, İrəvanda tədbir keçirildi, demokratiya ilə bağlı. Bu, orada deyə bilərdi bu sözləri. Orada əksinə başqa fikir dedi. Moskvaya gedəndən sonra bunun mövqeyində ciddi dəyişiklik var, Rəşad müəllim. Demokratiya tədbirindən 2 gün əvvəl də yenə də oxşar bir bəyanat səsləndirmişdi. Zəngəzur dəhlizi və Trump dəhlizi məsələsində. Çində söyləmişdi. Başqa bir məqam idi. Burada isə konkret Azərbaycan prezidenti izahat versin. Bu təxribatın... Bilirsiniz, təxribat odur ki, heç nə, Amerika Birləşmiş Ştatları ilə Azərbaycanın münasibətlərində çox böyük yaxınlaşmanı, artıq erməni, belə deyək, konqresmenlərinin, erməni yönümlü konqresmenlərin və s. Trumpa təzyiq imkanlarının olmadığını və s. gördüyü üçün faktiki olaraq Trump administrasiyasına mesajlar ötürür ki, baxın, mən buna Trump layihəsi deyirəm, Azərbaycan hələ də Zəngəzur dəhlizi deyib, bu məsələnin bilirsiniz, o bir tərəfidir, ikinci tərəfi başqa şeydir. Baxın, onun nə deməsin, böyük ölçüdə... Əgər onları düşünən etsə, Çində niyə Trump layihəsi deyib Çinin sədrinin xətrinə dəyirdi? Baxın, mən sizə açıq deyim də, bu məsələdə əslində 2 dəfə artıq bundan bağlı, belə deyək də, öz etirazını bildirmişdi və son olaraq da BMT tribunasından səsləndirdi bunu, düzdürmü? O 2 dəfə etiraza baxmayaraq, Prezident İlham Əliyev növbəti dəfə Zəngəzur dəhlizi ifadəsini harada işlətdi? Gənə də BMT tribunasından işlətdi. Düzdürmü? Öz çıxışında. Mən BMT tribunasında məncə Zəngəzur sözü olmadı. İfadə o cür oldu mu elə? Baxın, mən cümləni deyirəm sizə. Zəngəzur dəhlizinin Trump marşrutu. Bax, BMT-də belə oldu. Zəngəzur dəhlizinin Trump marşrutu. Söz bundan ibarətdir. Bu Zəngəzur dəhlizi təkcə elə sənin ərazindən keçən 42-43 kilometr yol deyil. Şərqi Zəngəzur var, mənim ərazimdən keçir. Və bu böyük bir dəhlizdir. Sözsüz. Keçən hissəsi Zəngəzurun bir hissəsi Ermənistandadır. Nə istəyirsən ola bilər. Mən ümumi dəhlizdən danışıram. Yəni bu, bilirsiniz nətərdir? Burada Ermənistan tərəfi əslində özü də bunu kifayət qədər yaxşı başa düşür, amma Zəngəzur ifadəsinin özü Ermənistanda o qədər daxili auditoriyada anti-Paşinyan mövqeyindən çıxış eləyənlərin dilində səslənir ki, buna Ermənistan hakimiyyətinin reaksiya verməməsi, Ermənistan rəhbərliyinin bu məsələdə mövqe ortaya qoya bilməməsi, Azərbaycanın faktiki olaraq həmin yolu özünün yolu olaraq beynəlxalq birliyə təqdim etməsi və bütün bunların müqabilində Rəşad müəllim, sizcə hər şey belədirmi? Və Almata məsələsini dönə-dönə niyə qeyd edirdi orada? Əgər doğrudan da daxili auditoriya üçün idisə. Mən nə deyirsiniz Almatı bəyannaməsində nə var ki, Elçin? Nə var Almatı bəyannamesi? Almatı bəyannamesi... Mən bilirəm nə var. Orada konkret ölkələrin nə sərhəddi göstərilib, nə ərazisi göstərilib, nə bir xəritəsi var. Almatı bəyannamesi ölkələrin Seri dağılan ana qədər olan sərhədlərini tanıyır. Axı sərhədin konkret cizgiləri yoxdur axı. Azərbaycanla Ermənistan, Azərbaycanla problemi olmayan Gürcüstan arasında demarkasiya, delimitasiya prosesi 30 ildir hələ davam edir. Məncə başa çatdı. Bəzi ərazilər hələ qalır. Keçən il bitti. Yəni baxın da, bu əgər dəqiq sərhədlər olsaydı Almatı bəyannaməsində Gürcüstanla bunu niyə 30 ilə bitiririk ki biz? Bilirsiniz, Almatı bəyannaməsi sərhədləri konkret olaraq demarkasiyasını əks etdirmir. Orada qeyd olunur ki, yəni demarkasiya ərazidədir də. Sadəcə orada bildirilir ki, keçmiş Sovet Respublikalarının inzibati əraziləri dövlət sərhədi kimi qəbul edilir. Bu inzibati ərazidə yoxdur. Bir də üzrsə mən deyim məsələ. Bilirsiniz, bax bu görüşlə, çıxışla bağlı məsələ burada bir qədər mən hesab edirəm ki, Rəşad müəllim fikrindən
hörmət edərək təbii ki, amma mən hesab edirəm ki, bu nə Paşinyanın ağlı, nə də cəsarəti statusu səviyyəsində bir açıqlama idi. Bu Ermənistanın səviyyəsində bir açıqlama deyildi. Ermənistan açıq şəkildə bununla bağlı əks mövqe ortaya qoyub və Azərbaycandan Azərbaycan prezidentini hesabat tələb edə biləcək nə şəxs, nə də dövlət deyil, heç bir halda. Hazırki reallıqlar bunu qətiyyən özündə ehtiva edə bilmir. Tam əksinə, burada Rusiya ilə bağlı məsələ vardır. Görürsünüz, orada sanki bir çağırış var və ünvan göstərmə var ki, bu proseslərdə mən deyiləm. Trump dəhlizi ilə bağlı da, Trump hissəsi ilə bağlı da, Amerikanın bölgəyə gəlməsi ilə bağlı da tərəf mən deyiləm, Azərbaycandır və İlham Əliyevdir, Azərbaycan prezidentidir. Ondan istəmək, ondan soruşmaq lazımdır. Digər tərəfdən, axı Trump dəhlizi açıq şəkildə ABŞ-nin bölgəyə təsir imkanlarını, müdaxiləsini özündə əks elətdirir. Ermənistanla birgə texniki iqtisadi əsaslanmanı əks elətdirir. ABŞ-nin Ermənistana maliyyə yardımını əks elətdirir ki, baxmayaraq Rusiya tərəfi hələ açıq şəkildə buna öz əks ifadəsini bildirməyibdir. Amma səfər öncəsi və səfərdə Paşinyanın açıqladığı bir neçə fikir var ki, o fikir bax həmin görüşdə nələrin deyildiyini və demək ABŞ-dən səslənən fikirlərin arxasında nə dayandığını göstərir. Hansı fikirlər? İcazə verin deyim. Birincisi, biz Rusiya ilə münasibətlərimizi daha da genişləndirməyi planlaşdırırıq və səfərə getdi. İkincisi, biz Avropa İttifaqına üzv olmaya da bilərik. Bax, bunu unutmamaq lazımdır. Bəli. İndiyə qədər biz Avropa İttifaqına üzv oluruq, hətta genişlənmə siyasəti, əməkdaşlıq bunlara qoşulurdu və s. və s. Referenduma gedirik. İndi isə birdən-birə açıq şəkildə bəyan edir ki, biz Avropa İttifaqına qoşulmaya da bilərik, ehtiyac yoxdur. Yəni, bunu təqdim etməyə çalışır. Nə üçün? Söhbət burada təbii ki, Rusiyanın bölgəyə təsir imkanları ilə bağlıdır və bu Rusiya bölgəyə harda təsir edəcəkdir? Ermənistanda təsir edəcəkdir. Yox, Rəşad müəllim. Hansı proses üzərindən? Ermənistandakı seçkilər üzərindən. Bir məsələ deyim ki, Zəngəzur dəhlizi ilə bağlı Nikol Paşinyan dedikləri ilə mən Rəşad bəylə razıyam. Amma Nikol Paşinyan da yerli ictimai-siyasi xadimlərlə görüşəndə Turan dəhlizi də demişdi. Demiş, nə fərq var? Bunun adı Turan yolu deyil, qoyun. Turan yolu, bəli. O başqa bircə dəqiqə. Sadəcə olaraq bir məsələndə deyim, Nikol Paşinyan bunu BMT kürsüsündən etiraz etməsi sadəcə olaraq bu daxili öz oponentlərinə qarşı Rusiya gəlişdiysə mən razılaşmıram ilə. Konkret olaraq Nikol Paşinyan Rusiya ilə nə qədər dildə desə də biz əməkdaşlıqda maraqlıyıq, amma kifayət qədər o ticarəti artırır. Ticarəti artırır, amma Türkiyə ilə sərhədlər azalıb, bəli. İstəyir də, onu artırmaq istəyir. Türkiyə ilə sərhədlər açılandan sonra Türkiyə ilə iqtisadi əlaqələr, Rusiya ilə kifayət qədər iqtisadi əlaqələr aşağı səviyyə gedəcək. Hətta Nikol Paşinyan bir neçə ay bundan əvvəl öz kabineti ilə görüşdə də qeyd etmişdi ki, siz Rusiya ilə iqtisadi əlaqələrin inkişafına bir o qədər də arxain olmayın. Bizim yönümüz Avropa, Nikol Paşinyan demişdi, oxumuşdu mətbuatdan və biz Avropa İttifaqı ilə əlaqələri inkişaf etdirməliyik. Mən düşünürəm ki, Nikol Paşinyan sadəcə olaraq Rusiya ilə flört eləyir. O, Moskvaya da səfəri flört idi, seçki qabağa çalışır ki, Rusiyanı müəyyən qədər neytrallaşdırsın. O qalib gələndən sonra onun kursu Avropa İttifaqı olacaq. Türkiyə ilə sərhədlər Azərbaycanla 2026-cı dövlət büdcəsi haqqında məlumatınız var. 2025 ilə müqayisədə. Qoy fikirlərimi tamamlayım. Konkret olaraq dediyim kimi, o Rusiya ilə işbirliyindədir, ittifaqdadır, bəli, dildə, iqtisadi münasibətlərdə bəli, Avrasiya İttifaqının üzvüdür, amma o konkret addımlarına baxaq. MDM-nin iclaslarına bir qədər qatılmır, KTMT-dən de facto çıxıb, anti-Rusiya isteriyası gedir, təbliğatı gedir. Belarusda keçirələ baş nazir müavini göndərəcək. Deyirdi ki, Lukashenko olduğu dövrdə mən və hökumətimlə heç kim orada səfər etməyəcək. Amma elə deyil, baş nazir müavini göndərmir. Baş nazirin müavini onlayn qaydada qoşulacaq, qatılacaq onlayn qaydada. İndibdə iştirak etməyəcək. Səfər eləməyəcək, onlayn konkret qaydada olaraq deyirəm ki, Ermənistan administrasiyası, mən burada bir dənə Elçin bəyin sualına cavab
verməyə borcluyam. Amma siz fikrinizi deyə bilərsiniz. İkincisi də dediyim kimi Rusiya, Ermənistan, indi Paşinyan dedikləri Siz sual verin, mən cavablandırıram. Yox, o da mənim vəzifəm deyil. Nikol Paşinyan dedikləri, yəni bir o qədər də bunun dediklərindən biz ciddi yanaşmayaq Rusiya ilə bağlı. Onun real, praktiki addımlarına baxaq. Praktiki addımlar... Onun addımı var ki, baxaq. Yox, 8 bir addım geri, 2 addım. Onun addımlarını cənab prezident İlham Əliyev yönləndirdi. 8 avqust apardı Vaşinqtona. Orada konkret olaraq dediklərində Nikol Paşinyanın qəbul edilmədi. Ermənistanın 2025-2026-cı il dövlət büdcəsi, Rusiya ilə 2024-2025-ci illər ticarət dövriyyəsi, 2025 və 2026-da Ermənistanın hərbi büdcəsi. Bunları müqayisə edin. Ondan sonra deyin ki, Ermənistanla Rusiya arasındakı iqtisadi ticarətdə Ermənistan maraqlıdır yoxsa yox. Ermənistanda bu dəqiqə iqtisadiyyatla bağlı çox ciddi istilik vəziyyət yaranıb ki, mən elektrik stansiya məsələsini demirəm, atom elektrik stansiyası ilə bağlı problem yaranacaqsa, çünki ABŞ istəyir ora. Enerji daşıyıcıları ilə bəli modul deməli. Rusiyada yox dedi. Bəli. Bir mənalı yox dedi. Rusiya gedir Ermənistandan. Hara gedir? Gedəcək Nikol Paşinyan seçkilərdən sonra... Baxın, Paşinyan Rusiyada nə bəyanat verməsinin böyük ölçüdə elə bir əhəmiyyəti yox. Bəli, tamamilə doğrudur. Dünən Paşinyanın bəyanatı var, yolumuz Avropaya... Brüsseldə. Avropaya inteqrasiya yoludur. Brüsseldə mətbuata dediyin deyirsiniz. deyirsiniz. Bilirsiniz nətərdir? Paşinyan bu günləri maksimum şəkildə seçkiyə hədəflənmiş, belə deyək, addımlar atır. Və bu günləri Paşinyan qəşəng bilir ki, bu günləri onun hakimiyyətinə və seçki prosesinə müdaxilə edə biləcək yeganə qüvvə Rusiyadır. Rusiyanın belə deyək, təzyiqlərini minimallaşdırmaq üçün, Rusiyadan gələn təzyiqləri nisbətən kənara qoymaq üçün, qulaq asın, xahiş edirəm, qoymaq üçün bu günləri bu mövqeni ortaya qoyur. Amma sabahları seçki qutarandan sonra Paşinyan, Maya Sandu kimi qərbə inteqrasiya tərəfdarları Ermənistanda seçkilərdə üstünlük əldə edəndən sonra Rusiya ilə münasibətlərdə istər-istəməz məsafə qoymaq məcburiyyətində qalacaq. Bu gün bunu eləyənmir. Niyə? Baxın, qeyd edirik də biz özümüz. Enerji asılılığı varmı? Var. Sabahları seçki kampaniyasının düz ortasında. Mən də ondan irəli gələrək sual verirəm ki, Rusiyanın könlünü almaq istəyirsə, ona görə Zəngəzur dəhlizinə mane olacaqdı? Yox, Zəngəzur dəhlizindən burada maneədən söhbət getmir. Mən o tərəfini soruşuram. Baxın, orada əgər Trump Zəngəzur dəhlizi sözü istifadə olunmasın, Trump yolu istifadə olunsun, əksinə Rusiyanı daha çox qıcıqlandırar ki, Trump yolu nədir? Sən o sazişə mənə imza atmışam və ora nəzarəti mən həyata keçirtməliyəm, Trump yolu haradan çıxdı? Yəni, o baxımdan onu biz Rusiyanın xoşuna gəlmək üçün dediyi bəyanat kimi qəbul eləməliyik. Amma ümumilikdə götürəndə bu günləri Paşinyan oynayır. Paşinyan maksimum şəkildə seçkilərə qədər o təzyiqi minimallaşdırmaq istəyir və düşünür ki, o həddə qədər Rusiyanı öz üzərinə qaldırmasın ki, Türkiyə ilə sərhədlər açılana qədər. Türkiyə iqtisadiyyatı, ola bilər. Bu da bir mövqedir, müzakirəyə ehtiyac var. O enerji təminatı Türkiyə vasitəsilə həyata keçiriləndən sonra... Bu mübahisəlidir. Çünki enerji məsələsində uzun müddətli müqavilə var və elə də asan deyil. Heç o deyil, heç İrandan ala bilmir. Çünki çox bahadır. O da var və təbii ki, öhdəliklər var. Sülh müqaviləsindən sonra burada mən sizə əminliklə deyirəm. Öhdəliklər var. Sülh müqaviləsindən sonra Ermənistanla bunu əminliklə deyirəm. Ermənistan enerji bazarı Azərbaycanın əlində olacaq. Yekun sülh müqaviləsi nə vaxt olacaq? Ermənistan konstitusiya dəyişiləndən sonra. Nə vaxt olacaq? İl yarımdan sonra da. Hələ il yarım yaşamaq var. Və Hüsaməddin bəydən onu soruşacağıq. O hansı mesajları oxudu Paşinyandan və nə görür. Amma mən dəqiqləşdirməni apardım. Rəşad müəllim, haqlısınız. Azərbaycan prezidenti Vaşinqton sammitində etdiyi, üzr istəyirəm, New Yorkun BMT-nin iclasında söylədiyi mətin belədir. Vaşinqton sammitinin mühüm nəticələrindən biri də Zəngəzur dəhlizindən maneəsiz keçidi təmin edəcək və regional bağlantıları möhkəmləndirəcək beynəlxalq sülh və rifah naminə Trump marşrutudur. Ümumiyyətlə, cənab prezident bütün beynəlxalq platformalarda həmişə Zəngəzur dəhlizi. Mən sadəcə onu dəqiqləşdirmək istəyirdim ki, məsələyə münasibət bildirməməsi 6 gün sonra fərqi yox, 6 gün sonra çıxış eləyə bildi də adam tribunada. Yəni 6 günə onun bir neçə başqa fürsəti var idi danışmağa. Hüsaməddin bəy, Paşinyan nə deyirdi? Nə dedirtdirirdilər ona, yoxsa özü deyirdi, öz seçki qabağı kampaniyasıdır və doğrudanmı seçkidə qalib gələrsə üzünü Rusiyadan çevirib, hətta Məhəmməd mənim biraz da qabağa getdi ki, Rusiyanı ümumiyyətlə regiondan çıxaracaq.
Ben şimdi tabii oradaki hocalarımızın dediklerine genel itibariyle katılıyorum. Yani şimdi aslında bir şey dedi, yani, hangisine katıldınız? ben özellikle yani ana muallime katılıyorum. Yani şimdi buradaki yani ilk defa oluyor belki de hocamızla ittifak halinde olduğumuz bir husus diyelim. Yani şimdi şöyle bakmak lazım olaya. Yani gerçekten seçimler yaklaşıyor ve seçimler yaklaşırken aslında yani Paşinyan'a en büyük zararı verecek güç Rusya. Ve dolayısıyla Rusya'ya karşı şimdiden önlem alıyor. Yani ben işte Güney Kafkasya'ya Amerika'yı getiren güç ben değilim. Yani dolayısıyla burada Azerbaycan işte bu önemli faktördür deme noktasına olayı getiriyor bir boyutuyla. Bir de tabii ki seçimlere kadar yani Haziran ayına kadar hem Rusya'yı hem Amerika'yı hem de Türkiye'yi bir şekilde hem de tabii ki Azerbaycan'ı işte hoş tutması lazım. Ve bir şekilde yani o seçimleri işte ne bileyim kazasız belasız atlatması lazım. Çünkü burada aslında yapılan iş Elçin Hocam az buz bir şey değil. Yani bu yani Zengezur Koridoru'nun tabiri caizse Trump yolu olması Güney Kafkasya'ya Amerika'nın gelmesi demek ve onun 1000 civarında askerinin geleceği işte özel kuvvetlerin oraya geleceği söyleniyor. Bu tam anlamıyla bir meydan okuma ve bölgesel dengeleri yani çok güçlü bir şekilde değiştirecek bir adım ve aynı zamanda tabii ki Çin'in bölgeye girmesi ve Çin'in o orta kuşağı ne kadar yani gerçekten işlevsel bir şekilde kullanabileceği de bir soru işareti. Çünkü orada Amerika'nın olması demek artık Amerika'nın kontrolüne bağlı olarak kuşak yol politikasının yeniden şekillenmesi anlamına geliyor. Ermenistan'ın Türkiye'ye ciddi bir ihtiyacı var. Bu sınırların mutlaka açılması lazım. Ve dolayısıyla Türkiye'nin de kızdırılmaması lazım. Tabii Türkiye'nin kızdırılmaması neye bağlı? Azerbaycan'ın rızasına bağlı. Azerbaycan eğer ben Ermenistan'la sorunum var diyorsa Türkiye'de sorunum var diyecek. Yani Azerbaycan'a aykırı ya da hilafına bir şekilde Ermenistan'la Türkiye arasında bir ilişkinin kotarılması da mümkün değil. Yani dolayısıyla aslında yani bir taraftan da buna yani Ermenistan diasporasını, işte Fransa'yı, Almanya'yı, Avrupa ülkelerinin hani gönlünün hoş tutulmasını düşünürsek gerçekten Allah hiç kimseyi Paşinyan'ın yerine bırakmasın. Yani Haziran ayına kadar çok zor. Yani Ümumiyyətlə Allah heç kimi Paşinyanın yerine koymasın və heç bir erməninin yerinə. Bu aydındır. Çünki bu xəstə bir kütlənin içindən çıxan bir insandır Paşinyan və istər-istəməz nə qədər sağlam görünməyə çalışsa da milli genetik xəstəlik onu bütün şəkillərdə ifadə edir. Hərəkətlərində və davranışlarında bu da əks olunur və onun heç kim millətçilikdən sağaldığını da deyə bilməz. Siz bayağı gözəl qeyd elədiniz ki, istər diaspora, istər kilsənin bütün hallarda Ermənistan üzərində, Ermənistanda yaşayan əhali üzərində çox güclü təsirləri var və ona görə də bu məsələ onlar üçün elə də asan deyil. Biz bunların hamısını dərk edirik. Amma biz elə bir reallıq Azərbaycan olaraq, ölkə olaraq Azərbaycan prezidenti elə bir reallıq yaradıbdır ki, bugün o nə kilsənin, nə diasporanın, nə də ki Ermənistanda yaşayan əhalinin başqa bir çıxış yolu qalmır. Türkiyə ilə sərhədlərin açılması da böyük bir məsələdir, bir pəncərədir. Çünki artıq iqtisadi cəhətdən də Rusiya ilə münasibətlərin nə dərəcədə yaxşı olacağını və həmişə gəlir gətirəcəyini də əmin olmaq olmaz. Sabah hər şey dəyişə bilər və o qızıl axını, pul axını dayana bilər. Amma məsələ orasında, çünki o təsadüfdür, belə alındı. Sünniydi də. Yəni bir situasiyanın sanksiyalar tətbiq olunmuşdu. Bir situasiyanın yaratdığı bir şeydir. Sabah dəyişəndə dəyişəcək. Amma orta dəhliz deyilən layihə bu uzun müddətli və böyük bir layihədir. İllah da ki, maraqlı bir, bax bugün açıqlama oldu. BP Azərbaycanda daha 30 il müddətində əməkdaşlıq edəcəyini deyir və bu çox ciddi bir, böyük bir təşkilatdır və Azərbaycanda da onun çox böyük tarixi ənənəsi var. Eyni zamanda bizim Avropa ilə, yəni ən azı dünyanın 14 ölkəsinə və o cümlədən Suriya ilə münasibətlərimizin qaz məsələsində yeni bir mərhələyə daxil olması, yeri gəlmişkən İtaliyanın prezidenti də bugün Azərbaycana gəlir. İtaliya ilə bizim enerji məsələsində çox ciddi münasibətlərimiz var və planlarımız var. Və bir başqa məsələ də vardı. İraq Türkmenistan'dan gaz alacağını düşünürdü. Amerika yok dedi. İran üzerinden olmaz dedi. Onda Türkmenistan hara üzerinden verecek? Bak bu suallar var. Ve bu suallardır Lavrovları da
Netanyahuları da, Paşinyanları da və bir çox başqa liderləri də mövcud olan və yaxud da artıq razılığa gələn layihələrə pəl vurub öz maraqlarına xidmət etdirmək üçün, çünki bayaq qeyd olundu, əslində Hindistanın da çox böyük arzuları var. Ərəb ölkələri üzərindən, İsrail üzərindən, Türkiyəsiz Avropaya çıxmaq. Bu da böyük bir ideya idi, böyük bir... Amma bütün bunlar Çinə qarşıdır. Bunu unutmayaq. Bu layihədə və yaxud da Zəngəzur dəhlizi də daxil olmaqla orta dəhlizin mövcud olmaması Çin əleyhinədir. Amma baharat dəhlizi olması Zəngəzur dəhlizinin əleyhinədir, alternativdir. Deməzdim alternativdir, çünki Çin üçün deyil ora. Bəli, Çin üçün biz isə bu məsələdə Çinin və Mərkəzi Asiyanın əsas birləşdirəcək xəttini. Baharat onu birləşdirməyəcəkdi. Çünki Mərkəzi Asiya necə girəcəkdi baharat xəttinə? Orada Hindistanın maraqları var və məsələ orasındadır ki, Hindistanın maraqları Çinə lazımdırmı sualı yaranır. Hə, lazım olacağı təqdirdə bəli, əvəzsiz bir layihə idi, amma elə deyil. Və mənə elə gəlir ki, bax, burada həm də bugün bunun mübarizəsi gedir. Və bir sonuncu, vaxtımız da çox azdır, sonuncu sual kimi qısaca istəyərdim Hüsaməddin bəydən başlamaq şərti ilə. Sizcə 72 saat deyilmişdi də, artıq bir neçə saat keçibdir hətta. Doğrudan mı əsirlər azad olunacaq və doğrudan mı yaxın şərqə əbədi sülh gələcək? Maalesef başka bir alternatif görünmüyor. Yani orada gerçekten yapılan anlaşma ideal bir anlaşma değil. Ama benim burada yani ümit ettiğim şey şudur. Yani ISF diye ifade edilen bir istikrar gücü kurulacak. Yani Müslüman ülkelerden geliyor. Ben umut ediyorum ki Türk askeri mutlaka 108 sene sonra orada olmalıdır. Ve özellikle Tony Blair falan gibi isimler yerine yani inşallah bizim Cumhurbaşkanımız hani orada o koordinasyonu yapan hükümetin başında olur diye ümit ediyorum. Çünkü bunlar hala müzakereye açık. Çünkü ben El Cezire'den bugün takip ettim. Tony Blair ismi kesin bir isim hala değil. O talep etmiş böyle bir şeyi. Evet olabilir demiş yani Trump'ta. Trump yani dolayısıyla eğer yani maalesef Tony Blair ise gelse Türkiye için hiç de yaxşı olmayacak. Çünkü Türkiye'ni sevmeyen adamlardan biri Tony Blair. Tabii ki yani bir de yani İngilizler biliyorsunuz zaten o İsrail devletini kuran ülke ve bu ihtilafın aslında en büyük sebebi İngilizlerdir. Dolayısıyla bir İngiliz Irak Savaşı'nı da biliyorsunuz işte başlatan kişi yani oradaki kimyasal silah yalanını uyduran isimlerden ve 1 milyon insanın katledilmesinde katkısı olan insanlardan biri. Bəli, ben ona göre veriliş öncesi soruştum. Yani Kimsiz siz? Bu anlamda Tony Blair. yani birkaç gün daha belki müzakere edilecek. Yani bence el altından müzakereler yürüyor. Hamas adına bence Katar, Mısır, Türkiye şu an başka ülkelerde devrede ve bu işin olumsuz yönlerini ortadan kaldırmak adına son rötuşlar yapılacaktır ve Hamas da nihayetinde bu planı kabul edecektir. Çünkü yani 72 saat sonra yakın şərqdə sülh olacaq. Kesinlikle olacaktır. Rəşad olacaq. 72 saat ərzində Hamas girovların bir qismini azad eləsə, atəşkəs olacaq, amma davamlı sülh olmayacaq. Olacaq, anar mənim. Çox qısaca xahiş edirəm. Hamas alladılıbdır. Hamasa elə gəlir ki, o Fələstin xalqı uğrunda mübarizə aparır və ya azadlıq uğrunda mübarizə aparır. Və Hamas çox yaxşı bir informasiyalar üzərindən manipulyasiya edilib və alladılıbdır uzun illərdir. Və bilmədən də İsrailin maraqlarına xidmət edir. Bu gün də İsrailin maraqlarına xidmət edir. Mən hesab edirəm ki, 72 saat ərzində 48 girovun hamısı azad olunmayacaqdır. Ən azı İsrail bunu hələ ki istəmir. Dildə istəyir. Yəni olmayacaq sülh. Ümumiyyətlə 72 saatdan sonra uzanacaq. 72 saatdan sonra hər hansı bir sülhün olması mümkün deyil. Həması ümumiyyətlə Qəzzadan vurub çıxaracaqlar. İdarə etməni də ona verməyəcək. Türkiyənin oraya girişinə İsrailin də, ABŞ-ın da imkan verəcəyi mən də hesab edirəm ki, bəli, o amma heç kim düşünmədi niyə 72 saat? 72 saat sonra oktyabr ayının neçəsi olur və niyə oktyabr ayının birinci həftəsində bu məsələ həll olunmalı? Məncə hər şeyin açarı buradadır. Ən az 72 saat sonra nəsə olacaq. Ondan sonra isə hər şey öz yerinə qayıda bilər. Məsələ həll olunandan sonra fərqi yoxdur kim kimin qanını tökür. Təəssüf ki, acı reallıq belədir. Görüşərik.